Mənə villaya getmək lazımdır. Drongo barmağını uzaqdan görünən hasara tuşladı. Əyləşin, sürücü mehribancasına təklif etdi. Sizi apararam. Drongo onun yanında oturdu. Niyə piyada gedirsiniz? Sürücü soruşdu. Bizim villalarda adətən böyük və qəşəng maşınlar olur. Mən kilsəyə getmişdim, Drongo dedi. Düz etmisiniz, sürücü şad oldu. Bizim çox gözəl kilsəmiz var. Deyilənə görə onun tikildiyi yerdə 17-ci əsrdə 2 bakirə qızı öldürüblər. O vaxtdan bəri onların ruhu bizim kilsədə məskunlaşıb, müdafiə və himayə istəyənlərin hamısına kömək edir. Tanrını unudanları və pis əməl sahiblərini də cəzalandırırlar. Bax, bunu bilmirdim, Drongo gülümsədi. Bəs siz qəsəbədə yaşarsınız? Bütün həyatım boyu burada yaşamışam, sürücü söhbətə körpü sala bildiyinə şad idi. Artıq 54 ildir. Əvvəllər burada ancaq 2 villa vardı. Ancaq son zamanlar daha 20'sini tikiblər. İndi mənim demək olar ki, bütün qonşularım və qohumlarım həmin villalarda işləyirlər. Mənim əmim qızı Eugenia da sizin villada işləyir. Hə, o aşpaz işləyir, Drongo xatırladı. Bilirsiniz, yerli xörəkləri necə gözəl pişirir, sürücü həvəsləndi. Siz olmayanda biz Eugenia'nı mütləq bütün bayramlara çağırırıq. Balıq yeməkləri ondan yaxşı bişirən yoxdur. Mən artıq onun yeməklərinin dadına baxmışam, Drongo razılaşdı. O əsl ustadır. Yaxşı, bəs ev sahiblərinin gələcəyini əvvəlcədən necə bilirsiniz? Bizə Raul xəbər verir. Lazım olanda o villanı qaydaya salmaq, hovuzu təmizləmək, zibili yığışdırmaq üçün bir neçə nəfər götürür. Raul çox etibarlı və bacarıqlı inzibatçıdır. Mənə də elə gəlir. Ancaq deyirlər, dünən villada adam öldürüblər. Sürücü ah çəkdi. Səhər-səhər qəsəbəyə polislər gəlmişdilər. Onlar gecə kimin çimərliyə getdiyini soruşurlar. Ancaq bizlərdən heç kəs o tərəfə çimərliyə getmir. Bizimkilər yaxınlıqda çimir. Ora getmək çox uzaqdır. Heç uşaqlar da ora gedib çıxmır. Niyə? Ora çox dərindir. Mərcanlar da yoxdur. Çimərliyin o biri tərəfində köpək balıqları olur və biz hamımız bunu bilirik. Ona görə də yerlilərdən heç kəs ora getmir. Bəzən gəlmələr okeanda çiməndə biz onlara bunun təhlükəli olduğunu söyləyirik. Çox təhlükəlidir. Ən yaxşısı gündüzlər. Hər şey görünəndə çimməkdir. Bəs bu yerlərin sahibləri adətən harda çimirlər? Biraz o tərəfdə, çimərlikdə bir qədər o yana getmək lazımdır. Orada mərcan qayaları var və köpək balıqları olmur. Çimmək istəyənlər o tərəfə gedirlər. Orada əla çimərlik var və həmişə çoxlu adam olur. Hətta xilas edicilər də var, bizim adamlardır. Bilirsiniz, cənab, son 10 ildə həmin çimərlikdə bir adam da boğulmayıb. Bu çox yaxşıdır, Drongo dedi. Ancaq bugün eşitdik ki, orada adam öldürüblər. Sürücü davam etdi. Sizin dərdinizə şərik çıxıram, cənab. Yəqin ki, bizim kilsəyə də onun ruhuna dua etməyə gəlmisiniz. Bu da çox düzgün hərəkətdir. Ancaq polis bizim ardımızca haqq yerə gəlmişdi. Dünən axşamdan sonra bizimkilərdən heç kəs sahilə gedə bilməzdi. Drongo böyük bir cipin darvazadan içəri girdiyini gördü. Yəqin ki, Barnarddır, ya da Margunasla Raul. O düşündü. Sürücü maşını ehtiyatla saxladı. Sağ olun, ser, o vidalaşarkən dedi. Mənə elə gəlir ki, sizdə hər şey yaxşı olacaq. Çünki bugün bizim kilsədə olmusunuz. Sağ olun. Drongo sürücüyə təşəkkür edib darvazaya doğru getdi. Onu monitorun ekranından görən mühafizəçi darvazanı bir daha açdı. Drongo yorğun halda evə tərəf getdi. Sürücü onun ehtimallarını təsdiqləmişdi. Çimərlikdə yerlilərdən kimsə olmamışdı. Maniçellini öldürən öz adamlarından biridir. O evə daxil oldu. Agnesa geniş holdakı divanda oturmuşdu. Drongo onu görüb üzünü çevirdi. Qadının onun salamını almayacağını bilsə də nəzakətlə salam verib pilləkənlə yuxarı qalxmağa başladı. Bu zaman aşağı düşən Yuhanı gördü. O qaşqabaqlı idi. Salam, Yuhan salam verdi. Siz hardaydınız? Bayaqdan hər yerdə sizi axtarıram. Qəsəbəyə getmişdim, Drongo cavab verdi. Aydındır, mən daim Maniçellinin qətli barədə düşünürəm. Mənə elə gəlir ki, yerlilər bu çimərlikdə olmurlar, xüsusilə də gecələr. Bunu sizə kim dedi? Juanita, özüm ondan soruşdum. Bəs siz Qorlaçla məsələni nə yerdə qoydunuz? O daha dalaşmaq istəmir. Deyəsən o sakitləşdi. Drongo gülümsündü. Siz ananızın yanına qalxmışdınız?
Hə, Yuxan başını tərpətdi. O nəsə özünü qəribə aparır. Artıq 2 gündür. Dünən özü mənim yanıma gəlmişdi. Bu gün isə dedi ki, Alisa onun xoşuna gəlir. Təsəvvür edirsiniz? Mən ondan belə bir şey gözləmirdim. O sizi çox sevir. Drongo pilləkənlə qalxaraq köks ötürdü. O biraz dincəlmək və paltarını dəyişmək üçün öz otağına gedib vanna otağına girdi. Göy üzünü buludlar örtsə də hava yetərincə bürkülü idi. Soyunub duşun altına girəndə birdən qışqırıq səsi eşitdi. Drongo alnını düyünlədi. Yəni Yuri yenə kimləsə dalaşırdı. Vanna otağından çıxıb qulaq verdi. Qışqıran dəqiq Qorlaç idi. Bu tip nə zaman sakitləşəcək? Drongo tez geyinib pilləkənlə aşağı yüyürdü. İkinci mərtəbədə Agnesanın möhkəm çığırtısını eşidildi. Yəni Qorlaç öz rəfiqəsi ilə dalaşırdı. Aşağı qaçan Drongo az qala yıxılacaqdı. O Agnesanın bərkdən qışqırıb ağladığını eşidəndə qonaq otağına soxuldu. "Nə olub?" Drongo qışqırdı. "Onu öldürüblər." Agnesa boğuq səslə cavab verdi. "Kristini öldürüblər. Orada çimərlikdə." O çətinliklə dedi və yenə hönkürdü. 18-ci fəsil. Drongo çimərliyə tələsən kişilərin ardınca qaçmağa başladı. Hamıdan qabaqda Yuhan qaçır, onun ardınca Qorlaç yürürdü. Onlardan biraz arxada isə Barnard və Lindsay qaçırdılar. Drongo ən axırda gedirdi, ancaq çimərliyə çatanda yaxın o artıq bir qədər geri qalan və tənginəfəs olan Barnardı haqlamışdı. Onlar Kristinin qumun üzərinə uzanmış cəsədini gördülər. O qırmızı rəngdə şalvarlı kostyumda idi. Sinəsində bütün yaxasına yayılmış iri ləkə vardı. Ölüm belə onun cizgilərini xarab etməmişdi. O həyatda olduğu kimi gözəl və əlçatmaz idi. Yuhan anasının meyitini qucaqlayıb hönkürdü. Onun ardınca qaçan Qorlaç ağır-ağır nəfəs alaraq ətrafa baxırdı. Lindsay az qala yıxılacaqdı. O qəmgin-qəmgin Kristinin cəsədinə baxır, necə reaksiya verəcəyini bilmirdi. Təkcə Barnard ona xas olmayan emosiya nümayiş etdirirdi. O diz çökərək səssizcə ağlayırdı. Onun səssizcə ağlaması digərlərinin fəryadından daha qorxunc idi. O hətta dərdini içərdən yandırdığı və göz yaşlarını qurutduğu sarsılmış adamlar kimi göz yaşları axıtmadan ağlayırdı. Drongo meyitə ən axırda yaxınlaşdı. Bu dəfə onun bir mənalı şəkildə uduzduğunu bilmək üçün bircə baxış kifayət idi. Kristin ölmüşdü. O işini yarıtmamış, qarşısına qoyulan vəzifəni yerinə yetirə bilməmişdi. O Kristini nəinki qəsdən qoruya bilməmiş, həm də əri ilə onun qətlinin şahidi olmuşdu. 2 qat qətl heç Drongoya meydan oxumaq da deyildi. Bu onun qeyri-peşəkarlığının, məğlubiyyətinin isbatı idi. "Niyə?" Yuhan nalə çəkirdi. "Niyə belə oldu? Bunu kim etdi?" "Onu necə tapdınız?" Drongo soruşdu. Lindsay başını qaldırıb Qorlaça baxdı. "Onu siz tapmısınız?" Drongo qaşqabağını tökdü. "Hə," Yuri cavab verdi. "Ancaq mənim bura təsadüfən gəldiyimi düşünməyin. Məni onsuz da burada hamı sevmir. Mən çimərliyə dünənki qətlin yerini bir daha baxmaq üçün çıxmışdım. Fikirləşdim ki, bəlkə də bıçağı tapsam, polis Monicellinin kimin öldürdüyünü barmaq izləri vasitəsilə müəyyənləşdirə bilər. Kristinin qırmızı paltarını uzaqdan gördüm. Elə bildim gözümə görünür. Mənə hətta elə gəldi ki, o qumun üstünə uzanıb ağlayır. Yaxına gələndə hər şey başa düşdüm. Adamları çağırmaq üçün dərhal evə qaçdım. Qonaq otağına girəndə orada Yuhanı, Barnardı və Lindsay'ni gördüm. Onları çağırdım və qaçıb bura gəldik." Drongo meyitin üzərinə əyildi. Anasını qucaqlayan Yuhan ona mane olurdu. Onun yanında Barnard diz çökmüşdü. "Bunu kim etdi axı?" Yuhan bağırdı. "Mən o adamı öldürəcəyəm. Onu kim öldürdü?" "Onu buraxın," Drongo xahiş etdi. "Mən yaraya baxmaq istəyirəm." "Günahın hamısı sizdədir," Yuhan qışqırdı. "Sizi onu qorumaq üçün tutmuşdular. Sizsə villadan getmişdiniz və onu öldürdülər. Hara getmişdiniz? Haradaydınız?" "Deyəsən məni qəsdən göndərmişdilər," Drongo etiraf etdi. "Ancaq indi bu haqda danışmasaq yaxşıdır. Meyiti qumun üzərinə qoyun. Mənim günahımın dərəcəsini sonra müəyyənləşdirərik." Barnard başını qaldırıb ona baxdı. Onun gözləri yaşlı idi. O eynəyini çıxarıb şüşəni sildi. Sonra Yuhana tərəf döndü. "Kəsi günahlandırmaq lazım deyil." O sakitcə xahiş etdi. "Ekspert nəyi xahiş edirsə, onu da edin." Yuhan nəhayət cəsədi buraxıb ayağa qalxdı və bir addım kənara çəkildi. Drongo meyitin üzərinə əyildi. "Mən o əclavı tapacağam," Yuhan yumruqlarını sıxdı. "O yəqin ki, yerlilərdən biridir.
Gizlicə yaxınlaşıb və bıçaqla vurub, mən onu öldürəcəyəm, öz əllərimlə boğacağam. Dayanın, Drongo narazı halda dedi. Onu bıçaqla vurmayıblar. Qışqırmayın, o güllə yarasından ölüb. Nə dediniz? Yuhan anlamadı. Qorlaç qorxub kənara sıçradı. Linsi dişini dişinə sıxdı. Barnard eynəyini taxıb diqqətlə meyitə baxdı. Onu güllə ilə vurublar. Drongo əminliklə dedi. Görünür, güllə düz ürəyindən dəyib. Bircə dəfə atıblar. O meyti ehtiyatla çevirib kürəyinə baxdı. Güllə ürəyinə girib oradan da qalmışdı. Drongo meyti ehtiyatla qumun üzərinə uzatdı. Onu öldürüblər. Drongo qətiyyətlə dedi və müəyyən məsafədən atəş açıblar. Mənə elə gəlir ki, qatil ondan bir neçə metr aralıda dayanıb. Bəs biz niyə heç nə eşitməmişik? Linsi soruşdu. Bu atəşi eşitmək mümkün deyil, Drongo cavab verdi. Həm dalğaların səsi imkan verməz, həm də villa uzaqdadır. Ancaq qatil tapancadan atəş açıb. Buna heç bir şübhə ola bilməz. Bu intihar ola bilməz ki, birdən Linsi soruşdu. Son zamanlar o böyründəki ağrılardan şikayətlənirdi. Margunasa daim onun özünü pis hiss etməsinə eyham vururdu. Qatil ondan bir neçə metr aralı dayanıb, Drongo təkrar etdi və bu məsafədən atəş açıb. Yoxsa güllə onun bədənində qalmazdı. Həm də silah dayayaraq atəş açsaydılar, paltarda və bədəndə barıt yanığının izləri qalardı. Bunu hardan bilirsiniz? Linsi anlamadı. Bunu hər bir balist və kriminalist bilir. Drongo izah etdi. O özünə atəş aça bilməzdi. Bu bucaq altında atəş açmaq çox çətindir, hətta mümkün deyil. Bundan başqa bir silahı görmürük. Bəs tapanca hara yoxa çıxıb? Əlbəttə dostumuz Yuri Qorlaç onu aparmayıbsa. Hamı Qorlaça baxdı. O birdən qızardı və başını buladı. Mən heç bir silah görməmişəm, o qətiyyətlə dedi. Mən yaxınlaşıb Kristinə baxdım, sonra dərhal evə qaçdım. Margunas hardadır? Linsi Barnarda müraciət edərək soruşdu. O meyitin yarılmasında iştirak etmək üçün şəhərə gedib. Barnard sakitcə cavab verdi. Tezliklə qayıdacaq. Drongo meyitə baxışı davam etdirdi. Adi gözlə gördən heç bir zorakılıq izi yox idi. Qulaqlarındakı kiçik sırğalardan başqa üstündə heç nə yox idi. Barmaqlarında, biləklərində, boyun boğazında heç bir zinət əşyası gözə dəymirdi. O ayağa qalxıb cinayətin baş verdiyi yeri dolaşmağa başladı. Qumun üzərində ayaq izləri qala bilərdi. Əgər çimərliyi gecə nəzarətdən keçirmək mümkün deyildisə, hər tərəf tapdaq edilmişdisə, indi ən azı ehtimalı qatilin ayaq izlərini tapmağa cəhd etmək olardı. Yerinizdə qalın və tərpənməyin, Drongo xahiş etdi. Kişilərin dördü də etiraz etmədən ona qulaq asdılar. Drongo onlardan aralanıb qatilin harada dayandığını müəyyənləşdirmək üçün dövrə vurdu. İzlər o qədər də çox deyildi. O dairənin radiusunu tədricən genişləndirirdi. Nəhayət izlərin bağını tapdı. Açıq-aşkar kişi izləri idi. Maraqlıdır ki, Kristin yumşaq ayaqqabılar geyinmişdi. Çimərlikdə gəzmək istəyirmiş və onun ayaqqabıları ilə qatilin çəkmələri eyni ölçüdə idi. Yoxsa bu başqa bir qadın olmuşdu. Tamamilə mümkündür. Drongo ayağını izlərlə yanaşı qoydu. Onun ayağı bu izlərdən ciddi şəkildə fərqlənirdi. 46 ölçülü ayaqqabının buraxdığı iz onlarınkindən xeyli böyük idi. Deyəsən, hər iki iz bir neçə dəfə birləşmiş və ayrılmışdı. Elə bir qatil yerində dayanmış, Kristin özü ona yaxınlaşmışdı. Sonra o aralanmış və qatil atəş açmışdı. Onlar yanaşı dayanıb söhbət etmişdilər. İzlər hətta bir-birinə qarışmışdı. Bəlkə qatil qadındır. İzlər demək olar ki, eynidir. Agnesa qonaq otağında oturub ağlayırdı. Bəs Alisa haradaydı? O villadakı səs-küyü, çığır-bağırı eşidib niyə bayıra çıxmadı? Görəsən hardadır? Niyə Yuhan pilləkəndə Kristin Alisaya qarşı münasibətini dəyişdiyini dedi? Bu təsadüfdür yoxsa o bu yolla şübhələri rəfiqəsindən yayındırmaq istəyirdi? Drongo əyilib izlərə baxdı. Onlar iki adama məxsus idilər və yanaşı dayanmışdılar. Buna şübhə ola bilməzdi. Ləpirlərin yanından ehtiyatla keçdi. Polis əməkdaşları bura gələndə artıq heç nə tapa bilməyəcəklər. Adamlar hər yeri tapdaq edə bilərdilər. Bugün günəş yox idi. Elə bir əvvəlcədən dilbir olmuşdular. Qatil havanın buludlu olduğu günü seçmişdi. Birdən qumun içində nəsə parıldadı. Balıq qulağı idi. Yoxsa hansısa bəzək əşyası. Yoxsa qatil nəsə itirmişdi. Bəlkə bu Kristin üzüyü idi, ya da əl çantası. Amma o çimərliyə çantası çıxmışdı. Drongo əyildi, giliz idi. Bu güllə gilizi idi. Deməli, hər şey doğrudur. Qatil məhz burada dayanıb.
hansı tapancanın gülləsi olduğuna baxmaq lazımdır. Ancaq gözlə müəyyən etmək çətindir. Girizi polis zabitlərinə vermək lazımdır ki, ballistik ekspertizaya göndərsinlər. Barbadosun polislərinin hər necə olsa da öz laboratoriyaları olmalıdır. Kristin ölümü böyük ajotaj doğuracaq. Əgər Monticellinin qətli ilə bağlı susmaq bunu naməlum soyğunçunun məşhur aktrisanın ərinə qəfil hücumu kimi izah etmək mümkün idisə, Kristin Lindegrenin ölümü görünməmiş qalmaqala səbəb olacaq. Bir gündən sonra paytaxtın bütün jurnalistləri bura axışacaqdılar. Ondan bir gün sonra isə ABŞ və Avropanın jurnalistləri tökülüb gələcəkdilər. Onların nə yazacaqlarını, hansı sualları verəcəklərini, villadakı qonaqların zəhləsini necə tökəcəklərini düşünəndə adam dəhşətə gəlirdi. Onların diqqətini ən çox ölən qadının oğlunun və bacısının çəkəcəyi də şübhə doğurmur. Ancaq o birilər də kənarda qalmayacaqlar. Həm də ki, Drongo'dan başqa burada kənar adam yoxdur. Hamısı Kristini çoxdan tanıyırlar. Onun katibi, həkimi, vizajisti, bacısının dostu və oğlunun rəfiqəsi. Başqa kimsə yoxdur. Kimdən şübhələnəcəyini də bilmirsən. Ancaq o odlu silahla öldürülən çox adam görüb. Ona görə də səhv edə bilməz. Qatil 3-4 metr məsafədən atəş açıb və giriz də həmin yerdə qalıb. Drongo meyitin yanına qayıtdı. 4 cüt kişi gözü diqqətlə onu zirlənmişdi. Siz nəsə tapdınız? Linçi soruşdu. Yox, Drongo cavab verdi. Elə bir şey deyil. Adi balıq qulağıdır. Yaxşı, bəs nə edək? Gorlat soruşdu. Onu burada qoyaq ya evə aparaq? Mən onu burada qoymayacağam. Yuhan qəti şəkildə dedi. Qoy məni sonra lap elektrik stuluna otursunlar. Özüm onu evə aparacağam. O burada çimərlikdə uzanıb qalmamalıdır. Siz yəqin ki, haqlısınız. Drongo razılaşdı. Onu evə aparın, Yuhan. Mən buraları biraz gezəcəyəm. Gərək hər şeyə diqqətlə baxım. Yuhan əyilib anasının cəsədini qaldırdı və evə apardı. Gorlaç da onun ardınca getdi. Barnard boylanaraq Drongo'ya baxdı. Sizə köməyim lazımdır? Katib soruşdu. Yox, Drongo başını buladı. Onlarla gedin. Bəlkə mən qalım? Linçi təklif etdi. Siz də mənə lazım deyirsiniz. Gorlaç qaça-qaça evə gələndə siz hardaydınız? Mən eyvanda idim. Bu gün elə də isti deyil. Bəs ayağınızın ölçüsü neçədir? Drongo vizajistin ayaqqabılarına baxdı. Onun ayaqları son dərəcə kiçik idi. Halbuki boyu o qədər də balaca deyildi. 41-dən böyük deyil. Linçi sakitcə dedi. Yeri gəlmişkən, bu mənim çətin keçən uşaqlığımla bağlıdır. Xatırladığım qədər anam mənə həmişə böyük qardaşımın çəkmələrini verərdi. Onlarsa ayağıma kiçik gələrdilər. Mən çox sürətlə böyümüşəm, ancaq ayaqqabılarım həmişə ayaqlarımı sıxıb. Ona görə də ayaqlarımın ölçüsü 41-dir. Ümid edirəm ki, məni Kristinin ayaqqabılarını oğurlamaqda ittiham etməyəcəksiniz. Onun da ölçüsü 41-dir. Ancaq qadın üçün bu hətta maraqlıdır. Deyilənə görə Quentin Tarantino Uma Thurmanın çılpaq ayaqlarını qəsdən çəkilmiş. Onun ayaqlarının ölçüsü 42-dir və Tarantino bunu son dərəcə erotik hesab edir. Gedin evə. Drongo yorğun halda dedi. Mən də tezliklə gələcəyəm. Barnard və Lynch evə döndülər. Drongo bir daha izləri tutub getdi. Maraqlı idi. Qatil Kristinin yanına başqa istiqamətdən gəlmişdi. Ancaq bu ola bilməzdi. Belə çıxır ki, o yad adam olub. İzlər o biri villadan gəlir və yenə ora gedirdi. Drongo dodağını dişlədi. Bu qədər məchulu olan tənliyi həll etmək demək olar ki, mümkün deyil. Qonşu villada Kristinin gizli pərəstişkarının yaşadığı əvvəlcə aktrisanın ərini, sonra isə özünü öldürdüyü ağlabatan deyildi. Yoxsa bu qisasdır, qadın qisası. Tamamilə mümkündür. Qonşu villada kimin yaşadığını öyrənmək lazımdır. O izləri tutub getdi. Artıq heç bir şübhə yox idi. Qatil qonşu villaya tərəf getmişdi. Onun izləri mərhumun izləri ilə kəsişirdi. Drongo yavaş-yavaş izlərlə getdi. Ancaq onlar qonşu villaya dönən yerdə deyil, 2 villa arxasında cığırda kəsilirdilər. Drongo ətrafa baxdı, heç bir şübhə yox idi. Qatil məhz oradan gəlmişdi və indi villada olmayan təkcə Margunas idi. Bir də Raul. Ancaq Raul dünən axşam da yox idi. Margunas isə şəhərə gedib. Görəsən onun ayağının ölçüsü neçədir? Drongo vaxtı müəyyən etmək üçün cığırla getməyə qərar verdi. O cığırla sona qədər gedib villa o biri tərəfdən çıxdı. Buna 20 dəqiqə vaxt sərf etdi, kifayət qədər uzaq idi. Sonra hasarın ətrafına dolanaraq yenidən darvaza yaxınlaşdı. Kamera onun gəlişini qeydə aldı.
Məgər siz villadan çıxmışdınız? Drongo təəccüblənmiş mühafizəçinin səsini eşitdi. Mən o biri tərəfdən gəldim. Zəhmət olmasa qapını açın. Drongo ağzını danışıq cihazına dirəyib dedi. Darvaza açılarkən Drongo arxasından siqnal səsi eşitdi. Bu Raul və həkimin oturduğu cip idi. Onlar şəhərdən qayıdırdılar. Raul maşını saxlayıb şən-şən siqnalladı. Əyləşin, o dedi. Sizi də evə qədər aparaq. Drongo heç bir söz deməyib arxa oturacaqda əyləşdi. Bir şey öyrənə bildiniz? O Margunasdan soruşdu. O çevrilib başını kədərlə buladı. Daxili işləyən bıçaq yarasıdır, həkim dedi. Çoxlu qan itirib. Daxili orqanları dağılıb, mədəsi, böyrəyi zədələnib. Heç bir şansı olmayıb. Hər şey mənim düşündüyüm kimidir. Onlar rəy tərtib etdilər. Akt tərtib etdilər, məhkəmə tibb ekspertizasının aktı. Mən də imzaladım. Siz də harası getmişdiniz? Drongo Margunasın ənsəsinə baxdı. Qatil özünü bu qədər soyuqqanlı apara bilməzdi. Sizin ayağınızın ölçüsü neçədir? Drongo soruşdu. Ölçüsü 42-dir. Həkim cavab verdi. Niyə soruşursunuz? Mənə yeni çəkimi hədiyyə etmək istəyirsiniz? Yox, sadəcə maraqlıdır. Siz qəsəbəyə getmişdiniz? Raul başını azacıq döndürərək mehribanlıqla soruşdu. Ora getdiyimi hardan bilirsiniz? Drongo diksindi. Saat yarımından qabaq səni vurmuşdum. Juanita dedi ki, sizi qəsəbəyə çağırıblar. Kilsəmiz xoşunuza gəldi? Kilsə çox xoşuma gəldi, amma çağırış yox. Niyə? O dedi ki, siz bir qadın çağırıb. Kim idi o? Bilmirəm. Ancaq kimin zəng vurduğunu bilməyə çox istərdim. Məsələ burasındadır ki, məni buradan uzaqlaşdırmaq üçün qəsdən qəsəbəyə çağırıblar. Buna tamamilə əminəm, çünki görüşə heç kəs gəlmədi. Sizi qəsəbəyə çağırmaq kimin nəyinə lazım idi? Raul eyni mehribanlıqla soruşdu. Bu heç də anlaşılan zarafata oxşamır. Bu zarafat deyil. Drongo arxanı göstərən güzgüdən söhbətinə baxaraq dedi. Məni villada daha bir qətl törətmək məqsədi ilə uzaqlaşdırıblar. Raul əyləcə ilə qəfildən bastı ki, Margunasın başı qabaq şüşəyə dəydi və o Litva dilində bəkdən söyüş söydü. Raul Drongoya tərəf çevrilib, qara eynəyini çıxardı və heyrətlə soruşdu. Hansı qətil? Siz nə danışırsınız? Əvvəlcə mənim sualıma cavab verin. Ayağınızın ölçüsü neçədir? Ayaq ölçüm 44-dür. Kimi öldürüblər? Kristini, villanın sahibəsi Kristin Lindegren'i. Margunas deyinməyini dayandırıb Drongoya tərəf döndü. Siz dəli olmuşsunuz? O nədənsə kəkələyərək rusca soruşdu. Siz nə danışırsınız? Təxminən yarım saat bundan qabaq kimsə çimərlikdə Kristin Lindegren'i güllələyib. Drongo pərt halda cavab verdi. Əgər mənim belə mövzularda zarafat etdiyimi düşünürsünüzsə, onda haqqımda pis fikirdəsiniz. Yuhan onun meyitini evə apardı. Raul, mənə elə gəlir ki, bu gün axşam yerli polisin bütün növbətçi zabitləri burada olacaqlar. Raul şləpasını çıxarıb alnının tərini sildi. Heç bilmirəm onlara nə deyəcəyik. O kədərlə dedi. Hətta təsəvvür etmirəm. 19-cu fəsil. Onlar evə daxil olanda Agnesanın bəkdən ağladığını, Alisanın isə boğuq hıçqırıqlarını eşitdilər. O, Yuhanın əllərini əlinə alaraq sanki onu qorumağa çalışırdı. Qorlaç pəncərənin qarşısına dayanmışdı. Barnard ovunmaq bilməyən əzəbkeş pozası alaraq Kristinin meyitinin yanında oturmuşdu. Onun üzündə elə bir əzab ifadəsi vardı, elə aşkar istirab çəkirdi ki, Drongo ona sual vermək istəmədi. Lindsay kresloda oturub çaşqın halda o yan bu yana baxırdı. Margunas divana uzadılmış, Kristinə yaxınlaşıb baxdı. Sonra nədənsə nəbzini yoxlayıb üzünü nəzərdən keçirdi və Drongo yaxınlaşdı. Onu öldürüblər. Həkim başını tərpətdi və qatil ona yaxın məsafədən atəş açıb. Ancaq onların arasındakı məsafə bir neçə metr olub. Margunasın həyəcandan sifəti səyriyirdi. Mən də belə düşünürəm, Drongo razılaşdı. Sizinlə danışa bilərəm? Onlar başqa bir otağa keçdilər. Sizi nə maraqlandırır? Margunas narazı halda soruşdu. Qatili axtarmaqdansa mənim ayaqqabımın ölçüsü ilə maraqlanırsınız. Mən nə etmək lazım olduğunu bilirəm. Drongo onun sözünü kəsdi. İndi isə öz həkim sirrinizi nəhayət mənə açın və deyin görüm. Kristinin xəstəliyi nə idi? İndi heç deyə bilmərəm, çünki onun razılığı yoxdur. Bunu jurnalistlər eşidəcək və lazımsız şayələr, dedikodular yayılacaq. Mən onun müalicə həkimi idim. Növbətçi, paparatisi deyildim. Sizə xatırlatmaq istərdim ki, məni Miss Lindegren özü ekspert kimi dəvət edib. Drongo soyuqqanlı halda dedi. Elə siz də onu məhv etdiniz. Margunas tez dilləndi.
Mən başa düşmürəm, niyə məhz sizi dəvət etmək lazım idi? Amerikada hər tərəf ekspertlə doludur. Mənə elə gəlir ki, tamamilə başqa bir dünyadan kimisə dəvət etmək anlaşılmaz bir şıltaqlıqdır. Siz heç rus da deyəsiniz. Deyəsən Qafqazdansınız. Fərqli mədəniyyət, fərqli mentalitet, fərqli ənənələr. Ancaq insanlar hər yerdə eynidir, cənab Margunos. Drongo onun razılaşmadı. Qərbdə, şərqdə də onlar eyni şəkildə sevir, eyni şəkildə nifrət edir, eyni şəkildə əzab çəkir, eyni şəkildə xəstələnir və eyni şəkildə ölürlər. Siz bir həkim olaraq bunu daha yaxşı bilirsiniz. Nə demək istəyirsiniz? Hələlik heç nə. Mən onun xəstəliyinin nə olduğunu, sizin niyə onun Barbados səfərinin əleyhinə olduğunuzu bilməliyəm. Polis bura gəlməyənə qədər mən sizə heç nə deməyəcəm. İndi nə baş verdiyini sizə izah edəcəyəm, Drongo dedi. Ondan başlayaq ki, meyiti Yuri Gorlaç aşkar edib. Ancaq mərhumun yanında onun qatilinin ayaq izləri vardı. O qadın da ola bilər, kişi də. Çünki ayağının ölçüsü elə də böyük deyil. Şübhə altına Alisa və Agnesia düşürlər. Bundan başqa sizin və Lindsay'nin də ayaqlarının ölçüləri böyük deyil. Sizcə mən kimdən şübhələnməliyəm? Hərçənd, Barnardın ayağının ölçüsü də çox böyük olmalıdır. Barnard heç cür ola bilməz, Margunos kədərlə dedi. O Kristinə köpək kimi sadiq idi. Hətta bundan da artıq o Kristinə aşiq idi. Kristin onun həyatının mənası idi. Yox, o ola bilməz. Onun ayağının ölçüsünü soruşmaya da bilərsiniz. Mən qatilin villadakılardan biri olduğuna əminəm, Drongo qaşqabaqlı dedi. Burada cəmi 7 adam qalıb. Margunos 7-cə nəfər və qatil onların arasındadır. Mənim çox danışmağa vaxtım yoxdur. Deyin görüm, onun xəstəliyi nə idi? O ağır xəstə idi, Margunos etiraf etdi. Çox ağır. Mən ona müalicəyə başlamağı məsləhət gördüm, ancaq son aylar heç nəyə qulaq asmaq istəmirdi. Niyə? Bilmirəm, o çox dəyişmişdi. Əvvəllər dərmanları qəbul edir, formal olsa da mənim tövsiyələrimi dinləyirdi. Son bir neçə ayda ümumiyyətlə mənə qulaq asmaq istəmirdi. Mən ona yalvarırdım ki, Barbadosa uçmasın, xəstəxanada yatsın, ancaq məni dinləmək belə istəmədi. Mən biləni, məni heç özü ilə Barbadosa gətirmək də istəmirdi. Onu güclə yola gətirdim. Əgər Barnard onu inandırmasaydı, məni özü ilə götürməyəcəkdi. Dedi ki, ona daha həkim lazım deyil. Hərçənd ona tamamilə başqa həkimlər lazım idi. Mən də heç nə edə bilmədim. Onun necə məhv olduğuna baxmaqdan başqa çarəm qalmadı. Gözlərim baxa-baxa getdi. Ona nə olmuşdu? Margunos dərindən nəfəs aldı. Onun yoğun bağırsağında şiş vardı. Onkoloji xəstəlik. Qaraciyərinə metastaz verirdi. Təsəvvür edirsiniz? Əvvəlcə onun böyrəndə ağrılar əmələ gəldi. Ancaq İspaniyada yeni film çəkildiyindən oruçdu. Heç müayinə də olunmadı. Sonradan ağrılar güclənəndə biz Londonda tam müayinədən keçdik. Həkimlər konsilium toplayıb təcili əməliyyat olunmasından təkid etdilər. O razı idi, ancaq sonra New Yorkda bacısı qızı öldü və Kristin onun yanına getdi. Qaydanda isə tamamilə dəyişib başqa adam olmuşdu. Sərt, quru, tərki dünya. O əməliyyatdan imtina etdi. Siz bunun nə demək olduğunu bilirsiniz. Ona təcili kimya terapiya tətbiq olunmalı, sonra bağırsağını bir hissəsi kəsilməli idi. Alınsa qaraciyərdə dəyişdirilməli idi. Çox mürəkkəb əməliyyat idi, ancaq başqa yolda yox idi. Yoxsa belə uzun müddət davam edə bilməzdi. Amma o əməliyyatdan imtina etdi. Qəti şəkildə son aylar o yalnız dərmanların hesabına yaşayırdı. Biz bu haqda heç kəsə demirdik. Məsələ bilirsiniz necədir? Əgər biz onun orqanizmindəki prosesi dayandırmağa nail olsaydıq, donor tapıb ona yeni qaraciyər götürsəydik belə, o əvvəlki Kristin yox, tamam başqa bir qadın olacaq, başqa bir tali yaşayacaqdı. Margunos həyəcanlı və narahat idi, dərindən ah çəkdi. O belə bir taliyə istəmirdi. Həkim əminliklə dedi. Sağ qalsaydı belə əvvəlki həyatını yaşaya bilməyəcək, gününü keçirəcəkdi. Mən onun bu dünyada bu cür yaşaya biləcəyini qətiyyən təsəvvür etmirəm. Onda belə çıxır ki, o özünü öldürə də bilər. Drongo fikirli-fikirli soruşdu. Bu qətiyyən mümkün deyil, Margunos etiraz etdi. O həyatsevər insan idi. Mən 100% təminat verə bilərəm ki, qatil ona bir neçə metrdən atəş açıb. Əgər çimərlikdə ona atəş açan robot və ya kiborg olmayıbsa, bu intihar deyil, ancaq bu fantastikadır. Siz özünüz mənə dediniz ki, qumun üzərində qatilin ayaq izlərini görmüşsünüz. Hə, bu Manicelli'də olduğu kimi qətildir, Drongo başını tərpətdi. Siz qonşu villada kimin yaşadığını bilmirsiniz? Bilmirəm, Venezuela'dan olan hansısa plantatorlardır ya da sənayetçilər.
Onlar hamısı öz ölkələrindən qaçırlar. Chavez Karakasda taxt-tac ələ keçirəndən sonra orada qalmaq istəmirlər. Yanvarda biz burada olanda villaya yanımıza gəlmişdilər. Elə bil bizim köhnə siyasi iqtisad kitablarından çıxmış iki şişman burju idi. Yanlarında da sırtıq combul və ərköyün oğlanları. Məncə o narkotikdən istifadə edirdi, amma əmin deyiləm. Digər tərəfdən mənə bir qədər qəribə gəlirdi. Sovet İttifaqından çıxıb bura gəlmişəm. Burada isə hamı sosialistlərin şikayətlənir. Həm də təkcə Venezuelada deyil, bütün Cənubi Amerikada hələ bir sol marşı gedir. Braziliyada, Boliviyada, Venezuelada, hələ Kubanı demirəm. Nikaraguada isə Ortega qələbə çaldı. Bəzən onlar geri də qayıdırlar. Margunas gülümsədi. Siz sosializmə belə nifrət edirsiniz? Mən onu niyə sevməliyəm ki? Margunas soruşdu. Mən oradan SSR-ni dağılmamışdan qabaq qaçmışam. Mənim orada nə qədər maaş aldığımdan xəbəriniz var? Mənim babamı Sibirə göndəriblər və orada həlak olub. Əmimi müstəqil Litvada yaşamaq istədiyi üçün güllələyiblər. Bunlardan sonra onları sevməyimi istərsiniz? İstəmirəm, ancaq sizə elə gəlmirmi ki, insanların başına gələnlərə görə həmişə sistem günahkar deyil? Diktatorları istənilən rejim doğura, demokratik cəmiyyətlər də sapmalar ola bilər. Ancaq hər şey başlanğıcda alternativ sivilizasiya kimi düşünülən sistemin üzərinə atmaq olmaz. Əgər istəyirsinizsə xəyal kimi bu barədə düşünmüsünüz? Siz yəqin ki, sistemin müdafiəçisinizsiniz, Margunas dedi. O sizin xoşunuza gəlir. Sosializm sisteminin idiotizmi mənim də xoşuma gəlmirdi. Drongo etiraf etdi. Ancaq onun təbliğ etdiyi prinsiplərdə pis heç nə görmürəm. Total yoxsulluq, formal bərabərlik, məmurların diktaturası və dövlətin özbaşınalığı. Onda müasir Amerika cəmiyyəti sizin daha çox xoşunuza gəlir. Mənəviyyatsızlıq, nəyin bahasına olursa olsun uğur qazanmaq, məqsədin yoxluğu, cəmiyyətin açıq-aşkar pozulması və anormallaşması. Sizə elə gəlmirmi ki, insanlar inkişafın bir qədər fərqli yollarını axtarmalıdırlar? Hələlik yaxşı heç nə tapa bilməyiblər. Margunas ah çəkdi və bizim mübahisəmiz istənilən halda bir qədər mücərrəd xarakter daşıyır. Mən Amerikanı seçmişəm. Siz isə orada qalmışsınız. Hər kəs xoşuna gələni seçir. Kristinin xəstəliyi haqda daha kimin məlumatı var idi? Drongo söhbətin məcrasından çıxdığını görüb əvvəlki mövzuya qayıtdı. Heç kim. Məncə Barnard bilirdi. Ola bilər ki, Agnes da bilsin, ancaq yox. Kristin onu deməzdi. Onlar Silvianın ölümündən sonra onsuz da çox əzab çəkirdilər. Linsi də bilə bilər. O bunu başa düşə bilərdi, çünki Kristinin son zamanlar necə ayıqladığını görürdü. Bilmirəm, mən hər halda heç kəsə heç nə deməmişəm. Kristin özü bunu məndən xahiş etmişdi. Yaxşı, onda gəlin bundan sonra heç kəsə heç nə deməyəcəyimiz barədə razılığa gələk. Hər halda polis əməkdaşları bu haqda sizdən nəsə soruşana qədər. Mən bu yerli Pingertonlara o qədər də güvənmirəm. Margunas dedi. Siz onların sifətini görmüsünüz? Zərrə qədər də intellekt yoxdur. Qorxuram ki, burada sizdən başqa cinayətkarı axtaran olmasın. Bəlkə də Kristin sizi elə buna görə bura gətirib cinayətkarları axtarmağa kömək edəsiniz. Siz ona hədə-qorxu gəlindiyini bilirdiniz. O deyirdi ki, xəbərdarlıq edirlər, hədələyirlər, ancaq mən buna əhəmiyyət vermirdim. Ancaq siz məni bu səfərdən çəkindirməyə çalışırdınız. Bəli, ancaq onun xəstəliyinə görə mən burada belə hadisələrin baş verə biləcəyini bilmirdim. Heç ağlıma da gəlmirdi. Kristinin və ərinin ölümündən sonra onun yeganə varisi Yuhandır. Mən bilmirəm, vəsiyyətnaməyə baxmaq lazımdır. Ola bilər ki, orada Agnesa ilə oğlunun da adları olsun. Kristinin başqa qohumları yoxdur. Yaxın qohumları. Margunas sözünə düzəliş verdi. O bir qədər düşündü, sonra ehtimallarını dilinə gətirdi. Deyəsən sizə anlayıram, o halda şübhə varislərin Yuhan və Agnesa'nın üzərinə düşür. Ancaq onların yanında özlərindən qat-qat çox udan adamlar var. Heç nə itirmirlər. Ancaq Kristin oğlu və bacısı onu doğma insan kimi sevirdilərsə, digər iki nəfərə bu duyğular yaddır. Onlar Kristinlə ərinin ölümündən böyük mənfəət götürə bilərlər. Belə olan halda əsas şübhəlilər Yuri Gorlaç və Alisa Gindina olur. Siz buna görə buradasınız. Kristin onların birindən şübhələnirdi. Margunas heyrətlə soruşdu. Onların ikisindən bir də keçmiş SSR-dən gələn və onun sirrini bilən hakimdən, Drongo dedi. Amma mənə elə gəlir ki, o məni bu adamları ittiham etmək yox, qorumaq üçün dəvət edib. Xüsusilə də Gorlaçı. Məncə dözülməz xasiyyətinə görə burada hamı ona nifrət edir. Alisanı da çoxları sevmir.
Ümid edirəm ki, digərlərinə mənə qarşı bu münasibət yoxdur. Margunas qaşqabağını tökdü. Məncə hələlik yoxdur, ancaq indi biz qonaq otağına qayıtsaq yaxşı olar. Yəqin ki, Raul artıq polisə zəng vurub və onlar tezliklə burada olacaqlar. Mənə isə hələ Agnes və Alisa ilə danışmaq lazımdır. Agnes ilə danışmaq lazım deyil. Margunas etiraz etdi. O elə vəziyyətdədir ki, indi onunla danışmasanız yaxşıdır. Mənim vaxtım yoxdur, Drongo etiraz etdi. Bu gün artıq məni aldadaraq qəsəbəyə göndəriblər. Bir qadın zəng vurub, villada qulluqçu ilə aşpaz daim birlikdə olduqlarından ona ancaq 3 qadın zəng vura bilər. Kristin öldü, qalır ikisi. Mən onlardan hansına zəng vurub məni evdən uzaqlaşdırmaq istədiyini bilməliyəm. Onda bu Alisadır, Margunas əminliklə dedi. Kristin onu sevmirdi. Siz bilirsiniz, bu gənc qadın bu yaxınlarda Rusiyadan gəlib, hələ erotik filmlərdə çəkilməyə də macal tapıb, ya da pornoqrafik, dəqiq bilmirəm. Öz maraqları naminə hər şey hazır olan bu gənc xanımın qarşısını heç nə kəsə bilməz. Mənə elə gəlir ki, bunu məhz o edib. Siz necə asanlıqla hüküm çıxarırsınız, Drongo həm söhbəti ilə razılaşmadı. Yeri gəlmişkən siz də keçmiş SSR-dən gəlmişsiniz. Oradan gələnləri hər şey hazır olan insanlar hesab etmək lazım deyil. Alisa'nın gəncliyi çox çətin keçib və o bu mənasız dünyada özünə yer tapmağa çalışır. Bəlkə də səhvlərə yol verə-verə. Siz xəfiyyə yox, vəkil işləməlisiniz. Margunas özünü işğənd etməkdən saxlaya bilmədi. Onlar qonaq otağına qayıtdılar. Agnesa daha ağlamırdı və bacısının cənazəsinin yanında oturub dodaqlarını sakitcə tərpədirdi. Alisa yenə Yuhanın əllərindən tutub onu sakitləşdirməyə çalışırdı. Raul Drongo'nu görüb ona yaxınlaşdı. Mən artıq polisi çağırmışam, o dedi. Onlar yarım saatdan sonra olacaqlar. Alisa, Drongo qadını çağırdı və otaqda hamı diksindi. Sanki o qatilin adını çəkmişdi. Sizi bir dəqiq olar? Yuhan qaşqabağını tökdü. Bəlkə bizi nəhayət rahat buraxasınız, o hisslə dedi. Artıq hamını bezdirmisiniz. Mən hələ qurtarmamışam, Drongo soyuqqanlıqla dilləndi və həqiqəti öyrənməyə nə qədər dayanan deyiləm. Məni bağışlayın, Yuhan. Sizin durumunuzu başa düşürəm, ancaq bu mənim işimdir. Alisa, gəlin çıxaq. Eybi yox, eybi yox. Qız stuldan qalxaraq Yuhana pıçıldadı və qonaq otağından çıxdı. Siz nə lazımdır? Qonşu otağa keçəndə o qəzəblə soruşdu. Nə istəyirsiniz məndən? İndi hamı elə biləcək ki, məndən şübhələnirsiniz. Alisa açıq-aşkar hiddətlənmişdi. Ayağınızın ölçüsü neçədir? Drongo soruşdu. 39. O qorxdu. Niyə soruşursunuz ki? Sizin mobil telefonunuz var? Var. Onu mənə verin. Sizdə elə bir telefon var? Hə, o sualın mahiyyətini anlamadı. O ümumiyyətlə heç nə başa düşmürdü. Ancaq telefonu cins şalvarının arxa cibindən çıxarıb Drongo'ya verdi. Drongo bütün çıxan zəngləri tez yoxlayıb qaytardı. Vəssalam, Drongo dedi. Daha sizə heç bir sualım yoxdur. Siz dəlisiniz? Alisa hisslə soruşdu. Məni niyə çağırdınız? Telefonuma baxmaq və ayaqqabımın ölçüsünü öyrənmək üçün? Hələlik bu da kifayətdir. Drongo üzünü çevirib heç nə anlamayan Alisa'nı tərk buraxaraq qonaq otağını keçdi. Onu qarşıda bu villada aparacağı ən çətin danışıq gözləyirdi. 20-ci fəsil. Drongo qonaq otağına daxil oldu və bu dəfə də hamı ona baxdı. Lindsay hətta qaşqabağını salladı. Elə bildi ki, bu dəfə Drongo onu şəxsi söhbətə dəvət edəcək. Barnard isə başını belə tərpətmədi. Agnesa çıxırdı. Təkcə Yuhan onu kinli baxışlarla süzdü. Daha nə istəyirsiniz? O ucadan dedi. Hələ danışmaqdan doymamısınız? Bu dəfə yəqin ki, məni sorğu-sual tutacaqsınız. Ən əlverişli obyekt mənəm. Axı o vəsiyyətnaməni dəyişməyə macal tapmadı. Siz mənim doğma anamı öldürə biləcəyimi düşünürsünüz. Ona görə də Alisa'nı sorğu-suala çəkirsiniz. Elə bilirsiniz biz heç nə başa düşmürük. Mənə Mrs. Lindegrenlə danışmaq lazımdır. Drongo Agnesa'ya baxaraq sakitcə dedi. Agnesa'nın sifəti səyridi. Yox, o qəti şəkildə boyun qaçırdı. Yox, qətiyyən, mən sizinlə danışmaq istəmirəm. Baş verənlərə görə əsl günahkar sizsiniz. O sizə ümid edirdi. Mən sizə demişdim, sizdən xahiş etmişdim, mən sizə yalvarmışdım ki, bu lənətə gəlmiş adaya gəlməyək. Ancaq siz mənə qulaq asmadınız, məni dinləmək istəmədiniz. Bütün bunlar da ona görə oldu. Mrs. Lindegren, Drongo mülayim səslə izahat verməyə çalışdı. Qərarları bacınız özü qəbul edirdi. Heç kəs də onlara təsir göstərə bilmirdi. Siz heç nəyə təsir göstərə bilmədiniz, Agnesa qışqırdı. Gedin buradan, mən sizinlə danışmaq istəmirəm. Gedə bilmərəm, Drongo cavab verdi.
Mən nə baş verdiyini aydınlaşdırmayana qədər buradan gedə bilmərəm. Bacınızın xatirinə, özünüzü nə qədər pis hiss etsəniz də, xahiş edirəm mənimlə danışasınız. Qəflətən əsla gözləmədiyi yerdən ona dəstək verdilər. Yuri rəfiqəsinə tərəf dönüb barışdırıcı səs tonu ilə dedi: Agnesə, mən elə gəlir ki, sən onunla danışmalısan. Bəlkə də o haqlıdır. Bacını və onun ərini öldürən qatili tapmaq lazımdır. Çıx onunla danış. Agnesə donub qaldı. O hadisələrin bu şəkil alacağına əsla hazır değildi. Lindsey heyrətlə Qorlaça baxdı. Hətta Yuhan da başını danışan adama tərəf çevirdi. Hamı Qorlaçın bu barışdırıcı mövqeyinə təəccüblənmişdi. Ancaq onlardan fərqli olaraq Yuri başa düşürdü ki, meyitlərin tapıldığı çimərlikdə o 2 dəfə olub. Ukrayna hüquq mühafizə orqanları ilə mürəkkəb münasibətlərini nəzərə alaraq aydın dərk edirdi ki, ən çox ondan şübhələnəcəklər. Ona görə də Agnesanın böyük bacısını və onun ərini kimin öldürdüyünü tapılmasında maraqlı idi. Danış, o təkrar etdi. Mən elə gəlir ki, belə daha yaxşıdır. Agnesaya çıxırıb dəsmalını çıxartdı və üzünü sildi. Ağır-ağır ayağa qalxıb Drongoya sarı 2 addım atmışdı ki, ekspert onun oturduğu yerdən biraz aralıdakı balaca masanın üzərinə qoyduğu kiçik çantasını gördü. Çantanızı da götürün. Drongo gözlənilmədən dedi. Nə? Agnes anlamadı. Çantanızı da özünüzdə götürün. Drongo israrla təkrar etdi. Agnesa çaşqın halda boylanıb Barnarda baxdı. Ancaq katib sanki daşa dönmüşdü və ətrafında gedən söhbətləri eşitmirdi. Agnesa baxışlarını Yuriyə tərəf yönəltdi. O da başını razılıqla tərpətdi. Qadın qayıdıb çantasını götürdü və qonaq otağından çıxdı. Holda Alisa güzgünün qarşısında makyajını düzəldirdi. Drongonu və Kristinin kiçik bacısını görüb kosmetika qabını örtdü və tez qonaq otağına keçdi. Agnes həyəcanından boğulurdu. Ona görə də otaqdan keçib eyvana çıxdı. Drongo da onun ardınca getdi. Əgər mənə qulaq assaydınız, Agnes acı-acı dedi. Əgər biz bura gəlməsəydik, heç nə baş verməzdi. Siz bura gəlməməkdə niyə belə israr edirdiniz? Drongo soruşdu. O zaman səbəblərini mənə izah etmək istəmədiniz. Heç bir səbəb yoxdur. Agnesa partladı. Mən sadəcə hiss edirdim ki, biz bura gəlməli deyildik. Bununla belə yaxınlarda dostunuz Yuri ilə bura gəlməyinizlə bağlı faktı məndən gizlətmisiniz. Hə, ancaq biz dincəlməyə gəlməmişdik. Bilirəm, siz Silvianın əşyalarının ardınca gəlmişdiniz. Onun gündəliyini axtarırdınız. Agnes ona tərəf döndü. Onun dodaqları titrəyirdi. Hardan bilirsiniz? Mənə Raul deyib, Drongo yalan dedi. O Yuri ilə söhbətini qadına açmaq istəmirdi. Hə, biz onun gündəliyini axtarırdıq. Tapdınız? Yox, biz elə bilirdik ki, gündəlik onun çamadanında qalıb. Bilmək olar, gündəlik sizin nəyinizi lazım idi? Yox, bu bizim şəxsi işimizdir. Mən bunun səbəbini sizə deyə bilərəm. Drongo dedi. Axı Silviya bir neçə ay qabaq yayda ölmüşdü. O zaman ona abort etmək artıq gec idi. Ancaq görünür, o bunda israr edib. Uşağın onun bətninə siz Barbadosda dincələrkən düşdüyünü hesablamaq asandır. O zaman burada nə olmuşdu? Bilmirəm, Agnes az qala inilti ilə danışırdı. Mənim ən çox istədiyim şey uşağın atasının kim olmasını bilmək idi. Biz elə bilirdik ki, uşağın atası qonşumuzun oğludur, amma o Silvianın ölümündən 3 ay qabaq Chicagoda öz maşınında qəzaya düşərək həlak oldu. Ona görə də indi biz heç nə öyrənə bilmədik. Onun gündəliyini tapa bilmədiniz. Yox, tapa bilmədik. Heç nə də öyrənə bilmədik. Silvia isə bizə heç nə demədi. O bizə elə qəribə baxırdı ki, siz xəstəxanaya onun yanına getmişdiniz. Bəli, Kristinlə birlikdə getmişdik. Silvianın ölümü bacıma çox pis təsir etmişdi. Mən onun necə əzab çəkdiyini gördüm. Hətta məndən də çox əzab çəkirdi. Hərçənd mənə yəqin ki, hamıdan pis idi. Kaş o vaxt Silvianın yerinə mən ölərdim. Biz düz 3 gün sərsəm vəziyyətdə olduq. Adi prosedur gözlənilmədən ölümlə nəticələnmişdi. Heç kəsin ağlına da gəlməzdi, ancaq bu Silvianın ilk hamiləliyi idi. Bunu xatırlamaq belə mənə əzab verir. Bəs ona niyə bura uçdunuz? Məni Kristi məcbur elədi. Nədənsə hesab edirdi ki, mütləq onunla adaya qayıtmalıyam. Bilmirəm niyə, ancaq o elə hey belə deyirdi. Bu onda zəhli tökən ideyaya çevrilmişdi. Mən hətta onun bu fikrindən biraz qorxmağa başlamışdım. Siz onun xəstə olduğunu bilirdiniz? Deyirdi ki, mədəsində hansısa şişlər var. Yox, bağırsağında. Bir də qaraciyərinin xəstə olmasından danışardı.
Çox qəribə idi o ki, heç vaxt spirtli içkilərdən hətta artıq istifadə etməmişdi. Amma xalamız qaraciyər sirrozundan vəfat edib. Siz Kristində ciddi bir şey olduğunu düşünürsünüz? Yox, bu ola bilməz. Yoxsa o mənə deyərdi, hökmən deyərdi. O Silviyaya görə elə əzab çəkirdi ki, bəlkə elə buna görə demək istəmirmiş. Nə deyəsi idi? Onda heç nə yox idi. Adi qadın problemləridir. Bu yaşda hər qadında olur. Məni başa düşürsünüz? Qadının yaşı 40-a yaxınlaşanda onda müxtəlif dəyişikliklər başlayır. Bu olmalıdır. Sizin ağlınıza gəlməyib ki, Kristin hansı yollasa Silviyanın gündəliyini əldə edə və öyrəndiklərini sizdən gizlədə bilərdi? Yox, gəlməyib. O mənə deyərdi. Buna əminəm. Bəs siz niyə onun xəstə olduğuna eyham vurursunuz? Kristin ağır xəstə olduğunu düşünürsünüz. Bilmirəm, elə ona görə də sizdən soruşuram. Onda hər şey qaydasında idi. Agnes bir qədər tərəddüdlə dedi. Ancaq son zamanlar ağrılardan əzab çəkirdi. Mənə elə gəlirdi ki, bu onun orqanizmdəki dəyişikliklərlə bağlıdır. Siz New Yorkda olanda yanınızda kim vardı? Hamı. Biz hamımız bir yerdə idik. Bu bütün ailəmizin faciəsi idi. Oğlum William uçub gəlmişdi. Kristin oğlu Yuhan da gəlmişdi. Biz hamımız birlikdə idik. Təkcə Antonia San Franciscoda ləngimişdi və gələ bilməmişdi. Hətta Yuri də yanımdaydı. Mən ona hədsiz minnətdaram. O məni həmişə dəstəkləyib və çox kömək edib. Bilirsiniz, insanlar sadəcə çox vaxt onu başa düşə bilmirlər. Onlar onu kobud və tərbiyəsiz hesab edirlər. Amma o həssas və anlayışlı adamdır. Sadəcə onun ədaları belədir və onlarla barışmaq lazımdır. Axır ki, müəmmanın çözümünün zəif konturları görünməyə başladı. Drongo düşündü. Ancaq buna sona qədər əmin olmaq lazım idi. Ona görə də həyəcanını gizlətməyə çalışaraq Agnes'ına soruşdu. Mrs. Lindgren, mobil telefonunuzu mənə verə bilərsinizmi? Bircə dəqiqəliyə mənə vacib bir informasiyanı yoxlamaq lazımdır. Əlbəttə, o çantasını açıb telefonu çıxartdı və Drongo uzatdı. Ekspert tez çıxan zənglərə baxdı. Yox, o villaya zəng vurmamışdı. Yoxsa hər şey çox sadə olardı. O telefonu Agnes'e qaytardı. Siz orada nəyə baxırdınız? Agnes şübhə və sual dolu baxışlarla Drongo dikdi. Artıq bizim işə daxil olmayan bir informasiya baxırdım. Drongo etiraf etdi. Bəs neçə ölçülü ayaqqabı geyinirsiniz? Mənim ayaqlarım böyük deyil, Agnes təəccüblənməkdə davam edirdi. Kristin ayaq ölçüsü 41 idi, məndə isə 38 yarımdır və uzun illərdir dəyişmir. Bunu niyə soruşursunuz? Mənim telefonumun və ayaqqabılarımın Kristin ölümünə nə dəxli var? Sizə hər şey izah edəcəyəm, Drongo vəd etdi. Araşdırma başa çatandan sonra hər şey dərhal danışacağam. O sözünü qurtarmamış, Lindsay eyvanda peyda oldu. O həyəcanlı və bir qədər qorxmuş görünürdü. Cənab Drongo, o ağır-ağır nəfəs alaraq dedi. Mənə təcil olaraq sizinlə danışmaq lazımdır. Bu son dərəcə vacibdir. Elə indi məni anlayırsınız? Mən daha sizə lazım deyiləm, Agnes soruşdu. Yox, çox sağ olun. Sizi həyəcanlandırdığım üçün üzr istəyirəm, Mrs. Lindgren. Drongo bir qədər təntənəli surətdə təzim etdi. Mənim səmimi başsağlığımı qəbul edin. Mən sizə yaşadığınız faciəni bir daha xatırlatmaq istəmirdim. Sadəcə belə alındı. Agnes heç bir söz demədən dönüb çıxdı. Drongo vizajistə tərəf çevrildi. Siz elə görünürsünüz ki, sanki aldığınız qeyri-adi bir informasiyanı mənimlə bölüşmək istəyirsiniz, Drongo dedi. Düz demirəm? Hə, Lindsay ətrafa boylandı. Siz mənim bir dəqiqə əvvəl nə öyrəndiyimi təsəvvür belə edə bilməzsiniz. Əgər mənə desəydilər inanmazdım, həyatım boyu inanmazdım. Nə deyirsiniz? Mən filmin rejissoruna zəng vurmuşam, Lindsay əsəbi tərzdə dedi. Kristin öldüyünü və çəkilişlərin baş tutmayacağını xəbər vermək istəyirdim. Mən bunu etməli idim. Bizim Hollywoodda ilk mənbədən olan informasiya çox yüksək qiymətləndirilir. İlk müsahibəni vermək istəyirsiniz? Drongo soruşdu. Yox, sadəcə rejissoru xəbərdar etmək istəyirdim ki, bir də bura uçmasın. Mən axı peşəkar vizajistəm və hələ çox filmlərdə işləməliyəm. Həm də burada bizim gildiyadan olan yeganə adamam. Qalanlarının nə Hollywoodda, nə də aktyor sənətinə dəxli yoxdur. Belə bir məqamda gələcək haqqında düşünürsünüz? Hansı məqamdan danışırsınız? Lindsay'nin ədəbsizliyi, həyasızlıq həddinə çatmaqda idi. Mən xoşagəlməz bir əhvalatda üzləşmişəm. Burada 2 adam öldürülüb. Nəticədə mən öz gələcək işimi itirmişəm.
perspektivimi itirmişəm, vaxtımı itirmişəm və bu itkilərin əvəzinə heç olmasa bura uçmalı olan məşhur rejissorla münasibətlərimi qaydasına salıram. Mən niyə gələcəyim haqqında düşünməməliyəm? Mən Amerikada olduğumu unutdum, cənab Lindsey. Burada insana yalnız onun uğurlarına görə qiymət verirlər. Bax belə, Lindsey başını tərpətdi. Siz mənə nəyə xəbər vermək istərdiniz? Artıq şübhələnməyə başlamışam. Ümumiyyətlə bu haqda danışmağa dəyərmi? Siz öz mülahizələrinizdə olduqca qətisiniz. Siz isə öz şəxsiyyətinizə son dərəcə ciddi yanaşırsınız. Drongo onu sancdı. Ona görə də hər şeyə öz mənfəətiniz prizmasından baxırsınız. Belə yaşamaq olmaz, cənab Lindsey. Yalnız belə yaşamaq lazımdır, cənab Drongo. Lindsey eyni tonda cavab verdi. Verəcəyim xəbər isə sadəcə sensasiyadır. Başqa vaxt onun əvəzinə sizdən pul tələb edərdim. Yadınızdadır, sizə Kristinin bura 10 çamadan əvəzinə cəmi 2-sini gətirdiyini demişdim. Əlbəttə yadımdadır. Mən onda çox təəccübləndim. Bugün isə rejissora zəng vurub öyrəndim ki, sən demə filmin çəkilişləri bir həftə qabaq ləğv olunubmuş. Təsəvvür edə bilirsiniz? Mən buna çox ciddi hazırlaşmış, hətta sizi də bura uçmağa sövq etmişdim. Belə çıxır ki, Kristin hər şeyi bilirmiş və bizi aldadıb. O sizə vaxtından qabaq demək istəməyib. Drongo laqeydliklə cavab verdi. Bağışlayın, mən sizi tərk etməliyəm. Drongo geriyə, evə cumdu. Qonaq otağına qaçıb Raulu işarə ilə çağırdı. Raul şlyapası əlində hola çıxdı. O şlyapasını yalnız ölmüş sahibənin uzandığı otaqda soyunmuşdu. Nəsə olub? Raul soruşdu. Mənimlə gedək. Drongo dedi. Onlar pilləkənlə yuxarı qaçdılar. Raulun situasiyadan əla baş çıxarmaq bacarığı vardı. O daha heç bir artıq sual vermədi. Onlar Kristinin yataq otağına soxuldular və Drongo üzərində Kristinin mobil telefonunu olduğu tumbaya tərəf qaçdı. Telefonu götürüb hövlünək halda düymələrini basmağa, bu cihazdan haralara zəng vurulduğunu yoxlamağa başladı. Bir neçə saniyədən sonra özünü itirmiş halda qolları yanına düşdü. Tabloda adətən o sonuncu zəng qaldığı halda burada onların sayı cəmi 7 idi. Son 3 zəng silinmişdi. Drongo Raula baxdı. Sizin yerli telefon şirkətində tanışınız var? O soruşdu. Onun Barbadosda roamingi var. Mənə onun ölümündən qabaq hara zəng vurduğunu təcili öyrənmək lazımdır. Bu mümkün deyil, Raul etiraz etdi. Bizim telefon şirkəti adanın paytaxtında yerləşir. Mən belə tez bir zamanda icazə ala bilmərəm. Buna 1 ya da 2 ay lazımdır. Bura Los Angeles deyil ki, hər şeyi tez bazar öyrənək, cənab Drongo. Bizim öz qayda qanunlarımız var. Onda gəlin yerli telefonu öyrənək. Drongo təklif etdi. Siz bu gün gündüz Juanita'ya hardan zəng vurulduğuna öyrənə bilərsiniz. Heç olmasa bunu tez öyrənmək olar. Əlbəttə, Raul gülümsədi. İndi tez öyrənərik. Yerli telefonlarla bağlı hər şeyi dərhal öyrənə bilirik. Əlbəttə, əgər onların kompüterində telefon nömrələri varsa. O şəhər telefonuna yaxınlaşıb əzbər bildiyi nömrəni yığdı. Drongo Raulun bu gün villaya kimin zəng vurduğunu öyrənməsini səbirlə gözləyirdi. Əgər hər şey düzgün hesablanmışdısa, bir neçə dəqiqədən sonra Raul ona hardan zəng olunduğunu söyləyəcəkdi. Cavabı gözləmək lazım idi. Burada nə baş verir? Kiminsə gərginlikdən cingildəyən səsi eşidildi. Drongo dönüb baxdı. Bu Barnard idi. O qapıda dayanıb mərhum ev sahibəsinin otağına soxulan 2 kişiyə baxırdı. Mənə elə gəlir ki, cənab Morante, sizə icazə almadan bu otağa girmək hüququnuz yoxdur. Barnard mühafizənin rəisinə quru səslə irad tutdu. Sizə gəldikdə cənab Drongo, mənə elə gəlir ki, missiyanızı başa çatmış hesab etmək olar. Mən sizin villamızın hüdudlarından kənarda baş vermiş qətllərə görə məsuliyyət daşıdığınızı düşünmürəm. Mənə elə gəlir ki, siz qatilin gəlişini qabaqcadan müəyyənləşdirə bilməzdiniz. Ona görə də sizin hesabınızı ödəyəcəyik ki, Avropaya qayıda biləsiniz. Ümid edirəm ki, sizi çağırdığımıza görə bizə iradlarınız olmayacaq. Drongo telefonunu çıxarıb onun diktafonunun hiss olmadan işə salmağa, sonra isə yenidən cibinə qoymağa macal tapmışdı. Mən istintaqı başa çatdırmaq istərdim, Drongo etiraz etdi. İstintaq başa çatıb, Barnard cavab verdi. Biz sizi Mrs. Lindegren'i qorumaq üçün çağırmışdıq. Təəssüf ki, o həlak olub. Ona görə də bizə daha lazım deyirsiniz. Mənə gəlir ki, buna etiraz etməyəcək və bu axşam adanı tərk edəcəksiniz. Siz pullarınızı alacaqsınız, ancaq bundan öncə polis zabitlərinə burada naməlum qatil tərəfindən 2 dalbadal qətlin törədildiyini deməlisiniz.
Mənə elə gəlir ki, siz özünüz də bu nəticəyə gəlmisiniz. Pulları isə hava limanında alacaqsınız, cənab Morante. Sizə çek verəcək. Yox, Drongo təsdiq etdi. Mən razı deyiləm. Barnardın eynəyinin şüşələri parıldadı. Bağışlayın, o aslan dedi. Sizi tam başa düşmədim. Mən əsir qatili tapmayınca buradan gedən deyiləm. Drongo inadla təkrar etdi. Siz görünür məni anlamadınız, istintaq bağlanıb. Biz artıq sizin xidmətinizə ehtiyac duymuruq. Siz ancaq polisi gözləməli və baş verənlərə olduğu kimi onlara danışmalısınız. Bundan başqa sizdən heç nə tələb etmirik. Siz məni eşidirsiniz? Gözlənilmədən araya çökən sükutda Raulun telefonu zəng çaldı. O yöndəmsizcəsinə üzr istəyərək telefonunu çıxartdı. Zəng vuranın verdiyi xəbəri bir qədər çaşqın halda dinləyib telefonunu cibinə qoydu. Siz qurtardınız? Barnard soruşdu. Bəlkə onun yataq otağını nəhayət tərk edəsiniz, hə? Burada bu qədər qalmaq hətta ədəbsizlikdir, cənablar. Üzr istəyirəm, deyə Drongo birinci çıxdı. Onun ardınca Raul da çıxdı. Onlar Barnardın yanından keçəndə katibin heç tükü də tərpənmədi. Sizə zəng vuran kim idi? Drongo dəhlizdə soruşdu. Yerli telefon stansiyasından idi, Raul dedi. Villaya Miss Lindegrenin mobil telefonundan zəng vurulub. Dispetcher onun nömrəsini mənə dedi. Vəssalam, Drongo dedi. Demək olar ki, artıq hər şeyi bilirəm. Qalır yalnız son detalları öyrənmək. 21-ci fəsil. Drongo 3-cü mərtəbəyə qalxıb öz otağına keçdi və stulda əyləşdi. Xeyli oturub gözünü məchul nöqtəyə zillədi. Elə bil bundan sonra da nə etməli olduğunu götür-qoy edirdi. 6 polis maşını birdən gələn kimi aşağıda səs-küy qalxdı. Polis zabitləri çimərliyə cumdular. Bir neçə maşın isə yenidən naməlum qatili tapmaq üçün qəsəbəyə getdi. Uduzduğunu anlasa da baş verənləri təhlil edir, son günlərin hadisə və faktlarını araşdırırdı. Beləcə onu gəlib çağırana qədər 1 saat oturdu. Növbətçi polis zabiti növbəti suallar verdi. Drongo baş vermiş 2 dalbadal qətli misli görünməmiş fövqəladə hadisə sayan əyalət zabitlərinin heç nə də bilməyəcəyini düşünüb təəssüfləndi. O zabitin bütün suallarına düzgün cavab verdi və getməsinə icazə veriləndə otağına qayıtmayıb bayıra çıxdı. Hava artıq qaralmışdı. Drongo polis əməkdaşının növbə çəkdiyi qarajlara tərəf getdi və maşınlara baxmaq üçün icazə istədi. Polis çiyinlərini çəkib hər iki cipə baxmağa icazə verdi. Drongo baxışa başladı. Bu zaman bütün villa boyu eksperti axtaran Raul gəlib çıxdı. Polis rəisi gəlib. Raul sanki günahkar imiş kimi astadan xəbər verdi. O çox qəzəblidir. Deyir ki, bütün günahlar mənim mühafizəçilərimdədir. Amma hər iki qətl villadan kənarda baş verib. O isə məni və işçilərimi polisə aparmaq istəyir. Onların yerinə 5 polis zabiti qoymaq istəyir. Onlar sabah səhərə qədər burada növbə çəkəcəklər. Sabah isə Bridgetowndan kriminalistlər briqadası gələcək. Orada artıq hər şeydən xəbərdardırlar. Televiziya kanalları artıq Mrs. Lindegrenin çəkildiyi filmləri göstərir. Mənə elə gəlir ki, o sizin və adamlarınızın bu faciələrə dəxli olmadığını tez bir zamanda əmin olacaq. Drongo Raul'u sakitləşdirmək üçün səsinə həlimlik qatdı. Tez olacağına əmin deyiləm, amma nə vaxt olacaqlar? Raul əlini ona uzatdı. Sizinlə tanışlığımıza çox şad oldum. Mən də. Drongo maşından yerə atıldı. Onlar bir-birinin əlini möhkəm sıxdılar. Tək qalan Drongo şalvarını təmizləmək üçün aşağı əyləndə ona yapışmış uzun qadın saçı gördü. Tükü ehtiyatla götürdü. Sonra kədərlə gülümsədi. Artıq heç bir şübhə qalmırdı. Bu qadın saçı idi. Drongo evə qayıdıb öz otağına qalxdı. Son ştrixləri dəqiqləşdirmək lazım idi. Matildanın ya da əslində onun adı nə idisə, amma fərqi yoxdur. Vizit kartını çıxarıb onun nömrəsini yığdı. O tamamilə gümrah səslə cavab verdi. Los Angelesdə hələ gündüz idi. Salam, Drongo səsini mümkün qədər şən çıxmağına çalışdı. Ancaq indi bu çətin idi. Məni xatırlarsınız, mən Kalmarda qalırdım və sizə mənim yanıma gəlməyi tapşırmışdılar. Yadımdadır, qadın cavab verdi. Sonra isə mənim evimə gəldiniz. Artıq fikrinizi dəyişmisiniz, mənimlə görüşmək istəyirsiniz. Mütləq, ancaq əvvəlcə bir adamın səsinə qulaq asın. Görün o zaman sizə zəng vuran adamın səsinə oxşayırmı? O sizin yanınızdadır, Matilda həvəsləndi. Əgər $500 versə, hər ikinizə xidmət göstərməyə hazıram ya da elə birlikdə, necə istəsəniz.
Bunu həll edərik, Drongo təmkinlə cavab verdi. İndi isə onun səsinə qulaq asın. O diktafonu yandırdı. Cihazdan kişi səsi gəlməyə başladı. Bu odur, Drongo bir dəqiqədən sonra soruşdu. Çox bənzəyir, qadın cavab verdi. Mənə elə gəlir ki, bu məhz onun səsidir. Hər halda çox oxşayır. Sağ ol, Drongo dedi. Vəssalam, mən qurtardım. Bəs haçan görüşəcəyik? Qadın qarıxmış halda soruşdu. Los Ancelesə gələndə Drongo söz verib telefonu söndürdü. Bu nəhs gündə şam yeməyini axşam saat 9 əvəzinə ona qalmış verdilər. Qorxudan ağarmış Eugenia və Juanita qonaqlara lal dinməz xidmət edirdilər. Sanki öz səsləri ilə sükutu ürkütməkdən qorxurdular. Bu axşam şam yeməyi zamanı kədərli bir ab-hava vardı. Hamı çox məyus idi. Kristin Lindegrenin meyitini artıq aparmışdılar. Stol arxasında Yuhan, Alisa ilə Lindsay və Morgunasla əyləşmişdilər. Stolun o biri tərəfində Agnesa və Yuri Gorlaç, Barnard və Drongo oturmuşdular. Onlar oturub öz boşqablarındakı yeməyi həvəssiz qurdalayırdılar. Sükutu Gorlaç pozdu. Özümüzü heç nə olmamış kimi göstərərək elə bu cürdə sınacağıq. O hirslə soruşdu. Bəlkə burada nə baş verdiyini kimsə bizə izah etsin. Kristini və onun ərini öldürüblər. Biz isə özümüzü elə aparırıq ki, güya belə də olmalıymış. Susun. Villadakı qayda qanuna görə məsuliyyətini dərk edən Yuhan ciddi idi və əmr verdi. Bu gündən buranın sahibi o idi. Və hər şeyə görə də o cavabdehlik daşıyırdı. Ən yaxşısı hamının susmasıdır. Sabah polisə gedəcəyik. Mənə elə gəlir ki, cənab ekspert də bizimlə gedəcək. Siz məgər adadan getməyəcəksiniz? Barnard soruşdu. Elə bilirdim, biz razılaşmışıq. Yox, Drongo cavab verdi. Mənə getməyə icazə vermirlər. Sabah məni bir daha dindirəcəklər. Siz bizim aramızda bu cinayətlərdən baş çıxaran yeganə peşəkarsınız, Barnard dedi. Sizin mövqeyinizdən çox şey asılıdır. Mənə elə gəlir ki, siz hər şey olduğu kimi danışmalı, onlara bu cinayətləri yalnız kənar adamın törədə biləcəyini izah etməlisiniz. Bizim aramızda qatil yoxdur. Mən buna əmin deyiləm, Drongo dedi və araya yenidən qurğuşun kimi ağır sükut çökdü. Yuhan çəngəl bıçağını nimçəyə qoydu. Onun sol yanağı səyriyməyə başladı. O Drongoya kinli-kinli baxaraq soruşdu. Siz nəyə əmin deyirsiniz? Sizcə günahkar kimdir? Bəlkə tapmacalarla danışmağı dayandırasınız. Dayandıracağam. Drongonun zəhmli səsi hamını sanki dondurdu. Sabah səhər hər şey sizə danışacağam. Mənə elə gəlir ki, artıq bütün sualların cavabını bilirəm. Ümid edirəm ki, bilirsiniz. Yuhan mızıldandı. Siz onlara mənim rejissorla olan söhbətimi demək istəmirsiniz ki, Lindsay'nin əsəbləri dözmədi. Hansı rejissorla? Alisa soruşdu. Heç bir film olmayacaq. Onu hələ bir həftə qabaq ləğv ediblər. Lindsay ucadan dedi. Lazım deyil, Drongo qışqırdı. Hələ vaxtı deyil. Mənə elə gəlir ki, hamı bunu bilməlidir. Lindsay etiraz etdi. Mən rejissora zəng vurdum və o mənə dedi ki, Mrs. Lindegrenin özünü pis hiss etməsi ilə əlaqədar filmin çəkilişlərinin ləğv olunması haqqında bir həftə qabaq qərar qəbul edilib. Morgunas başını buladı. Siz bunu özünüzdən uydurdunuz, yoxsa həqiqətən rejissora zəng vurmuşdunuz? Zəng vurmuşdum, inatçar Lindsay dedi. Heç nə anlamıram, Agnes dilləndi. Onda bura nə üçün gəlmişik? Yəqin Kristin öz planları varmış, Gorlaç fikrini bildirdi. Hansı planları? Agnes başa düşmədi. Yuhan, o sənə heç nə deməyib, Alisa həyəcanlandı. Gəlin indi Kristin hərəkətlərini müzakirə etməyək, Barnard təklif etdi. Heç olmasa onun ruhuna hörmət xatirinə. Məncə deserti və qəhvəni eyvana gətirə bilərlər. Bağışlayın, mən özümü pis edirəm. O süfrə arxasından qalxdı. Morgunas da onun ardınca durdu və heç bir söz demədən getdi. Onlardan sonra Yuhanla Alisa da çıxdılar. Stolun arxasında 4 nəfər qaldı. Juanita masanın üstünə yığışdırırdı. Siz çəkilişlərin ləğv olunduğunu nahaq dediniz. Drongo narazı halda irad tutdu. Bunun yeri deyildi. Mən sizin susacağınıza ümid edirdim. Mən niyə susmalıyam? Lindsay hirsləndi. Ona görə ki, sizin hansısa planlarınız var. Mən artıq bu adada bir dəqiqə qalmaq istəmirəm. Sabah səhər mənə icazə verilən kimi ilk reislə buranı tərk edəcəyəm. Uçub gedəcəyəm və bir də heç vaxt buralara qayıtmayacağam. Doğrudur. Agnes başını tərpətdi. Ümumiyyətlə bu villanı satmaq lazımdır. Satmaq niyə? Gorlaç özünü ağıllı göstərdi. Onu baha qiymətə kirayəyə vermək olar. Bura istirahət üçün əla yerdir. Bu haqda danışmaq lazım deyil, Yuri. Agnes xahiş etdi.
Bura qorxunc bir yerdir. Burada Kristin həlak olub. Qorlas mübahisə etməyib sustu. Drongo saatına baxdı. Evin ətrafında polis zabitləri növbə çəkirdilər. İkisi mühafizətlər üçün otaqda, üçü də evdə idi. Sanki bu axşam daha gözlənilməz heç nə baş verə bilməzdi. Axır ki, biraz istirahət edə biləcəyik. Linsi dedi, artıq 2 sutkadır ki, yatmırıq. Mənə elə gəlir ki, siz məhz indi yatmamalısınız. Drongo etiraz etdi. Siz yenə bildiyinizdən əl çəkmirsiniz? Linsi alnını qırışdırdı. Vəssalam, mən gedirəm. Ümid edirəm ki, sabah buradan uçub gedəcəyəm və sizi bir daha görməyəcəyəm. Əlvida. O masa arxasından qalxıb yuxarı aparan pilləkənin olduğu hola tərəf getdi. Qorlaç onu uzun uzadı və mənalı baxışları ilə yola saldı. Ondan heç xoşum gəlmir. Qorlaç donquldandı. Ümumiyyətlə, geyləri başa düşmürəm. Axı başqa kişini sevməkdə nə ləzzət ola bilər? Bu azadlığın dərəcəsidir, cənab Qorlaç. Drongo etiraz etdi. İnsanlara ümumiyyətlə dözümlü yanaşmaq lazımdır. Hər kəsin istədiyi adamı sevmək hüququ var. Qarşılıqlı, razılığa əsasən. Siz də kişiləri sevirsiniz? Qorlaç ekspertə şübhə ilə baxıb qaşqabağını tökdü. Mən qadınları sevirəm, Drongo cavab verdi. Amma yenə də insanlara bu cür yanaşmaq olmaz. Hər kəsin öz xoşbəxtlik anlayışı var. Onlara bəraət qazandırmaq lazım deyil, Qorlaç inad etdi. Bəlkə söhbət etməyə başqa mövzu tapasınız, Agnesa xahiş etdi. Bu zaman boğuq atəş səsi eşidildi. Agnesanın rəngi ağardı. Qorlaç başını buladı. Bu lap ağ oldu, o ucadan dedi. Əgər yenə də kimisi öldürürlərsə, mən bizim burada nə etdiyimizi anlamıram. Evdə bu qədər polis sabiti var. Belə çıxır ki, bu villada hansısa ruh ya da kabus dolaşır. Gəlin gedək o kabusa baxaq, Drongo təklif etdi. Atəş səsi yuxarıdan gəldi. Yetərincə boğuq çıxdığından polis əməkdaşları onu eşitməyə bilərdilər. Ancaq onlar eşitmişdilər və pilləkənlə yuxarı qaçırdılar. 3 zabitlə birlikdə Drongo və Qorlaç da yuxarı qalxırdılar. Kristinin yataq otağında kimsə yox idi. Ona bitişik olan Mançellinin yataq otağı da boş idi. Agnesa ilə Qorlaçın qaldığı yataq otağının işığı yanırdı, ancaq orada da şübhəli bir şey yox idi. Başqa bir yataq otağında olan yarıçılpaq Alisa atəş səsinin hardan gəldiyini anlamamışdı. Yuhan vanna otağında olduğundan ümumiyyətlə heç nə eşitməmişdi. Onlar 3-cü mərtəbəyə qalxdılar. Linsi artıq orada onları gözləyirdi. O da atəşi xatırladan boğuq səs eşitmişdi. Onlar Margunasın qapısını döydülər. O bir dəqiqədən sonra ağ göy zolaqlı gülməli xalatda çıxdı, ancaq o ümumiyyətlə heç nə eşitməmişdi. Drongonun yataq otağı qaranlıq idi və orada heç kəs yox idi. Ancaq qonşu otaqda onlar axtardıqlarını axır tapdılar. Daniel Barnard qeyri-təbii pozada döşəməyə uzanmışdı. Yanında tapanca vardı. Onu da öldürdülər. Qorlaç ona baxan kimi bəkdən dedi. O məmnun idi, çünki bu dəfə daşdan keçən alibisi vardı. Polis zabitləri otağa soxuldular. Bu dəfə hər şey səs-küylə bərbad və təşkil olunmamış şəkildə baş verildi. Qatili şkafda və vanna otağında axtarırdılar. Zabitlərdən biri villanın ətrafına baxmaq üçün balkona çıxdı. Drongo otağa daxil olub bədbəxt Barnarda baxdı. O gülümsəyərək ölmüşdü. Drongo əlib gilizi götürdü. Polis zabitindən qaçan cinayətkarı gördüklərinə inanaraq kömək çağırmışdılar. Növbəti kimdir? Qorlaç soruşdu. Siz yoxsa mən? Bəlkə bizim qadınlardan biridir? Heç kəs. Drongo nədənsə gülümsəyərək müəmmalı tərzdə cavab verdi. Siz anormalsınız, Agnesi qorxdu. Niyə gülürsünüz? Daha heç kəsi öldürməyəcəklər, Drongo dedi və biz aşağı qayıda bilərik. Qonaq otağına. Mən son günlər burada baş verən hər şey haqqında sizə danışmağa hazıram. Gəlin gedək və polis zabitlərinə mane olmayaq. Onlar otaqdan çıxdılar. Linsi dəhlizdə dayanmışdı. Orada nə baş verib? O əsəbi tərzdə soruşdu. Yoxsa bədbəxt Barnardı öldürüblər? O tamamilə ziyansız bir adam idi. Mən elə gəlir ki, bunu yerli adamlardan biri edir. Aşağı düşün. Drongo ona məsləhət verdi. Gələndə Margunası da özünüzlə gətirin. Sizə çox şey danışmalı olacağam. Heç yerə düşən deyiləm, Linsi hirsləndi. Öz otağıma girib qapını bağlayacağam və sabah çıxıb gedəcəyəm. Mən Los Angelesa sağ-salamat qayıtmaq istəyirəm. Ona görə də öz otağımda qalacağam. Necə istəyirsiniz? Drongo ondan əl çəkdi. Bəs Yuhanla Alisa, onlar sizə lazım deyil? Agnesa ciddi şəkildə maraqlandı. Yeri gəlmişkən biz indi Yuhanın qonaqlarıyıq. Anasının ölümündən sonra o yeganə varisdir. Əgər vəsiyyətnamədə başqa şey yazılmayıbsa, Drongo dedi. Bununla belə sizinlə razıyam.
Məncə Yohanı və rəfiqəsini aşağı qonaq otağına düşməyə sizin razı salmağınız daha düzgün olardı. Onlara deyərəm, Agnes yumşaldı. Siz həqiqətən də bizə burada baş verənlər haqqında danışacaqsınız? Söz verirəm, Drongo vəd etdi. Ancaq bu, şəxsən sizin üçün çox ağır sınaq olacaq. Agnes onu qəribə nəzərlərlə süzdü. Ancaq daha heç nə soruşmadı. Drongo ayaqlarını pillələrlə bir-bir basa-basa aşağı düşdü. O, həyatın ən dəhşətli məğlubiyyətinə uğradığını artıq anlayırdı. Buna baxmayaraq, hamıya gülümsəyirdi. Elə bu təbəssümlə də son günlər burada məhz nə baş verdiyini hamıya danışmaq üçün qonaq otağına girdi. 5 dəqiqədən sonra Qorlaş da qonaq otağına gəldi. O, birinci idi. Agnesi gələndə polis zabitləri hələ də qışqıraraq evin ətrafında qaçışırdı. O və Yuri kreslolarda oturdular. Divanda heç kəs oturmaq istəmirdi. Biraz əvvəl onun üzərinə Kristinin meyitini qoymuşdular. Tezliklə Margunas da peyda oldu. Acıqlı və yorğun olduğu üzündən oxunurdu. Bundan sonra Yuhanla Alisa da hər halda təşrif buyurdular. Onlar əl-ələ tutmuş halda bütün qonaq otağını dolanıb stullarda əyləşdilər. Ən sonda Lindsay gəldi. Artıq hamı burada idi. Polis zabitlərindən biri qaçıb qonaq otağına girdi. Toplaşanlara təəccüblə baxıb heç nə soruşmadı. Sonra qaça-qaça da getdi. Təlxəklər, Agnes üzünü turşutdu. Heç nə bacarmırlar. Mən sizə öz gəldiyim qənaəti danışmağa çalışacağam, Drongo dedi. Ancaq sizi xəbərdar edirəm ki, bu yalnız mənim qənaətimdir. 22-ci fəsil. Drongo otağın ortasına çıxıb bir qədər fikirləşdi, sonra sözə başladı. Məsələ burasındadır ki, burada çox qəribə hadisələr baş verib və mən onlar barədə sizə məlumat verməliyəm. Kristin həqiqətən heç bir film çəkilişi olmayacağını bilirdi. Ona görə də 10 çamadan əvəzinə ikisini gətirmişdi. Lindsay bunu sezmişdi, ancaq o Kristin ağır xəstə olduğunu bilmirdi. Bunu onun müalicə həkimi Margunas bilirdi. Silvia'nın ölümündən sonra Kristin müalicədən imtina etmiş və vəziyyəti hər gün pisləşməyə başlamışdı. Bəs o bizi niyə heç nə demirdi? Agnes həyəcanlandı. O sizi narahat etmək istəmirdi. Sizin qızınızın başına gələn faciədən sonra o baş verən hadisəyə görə özünü qismən günahkar sayırdı. Drongo izah etdi. Görünür müəyyən dövrdə qızınızın uşağının atasının qonşularınızın oğlu olduğunu düşünürdü. Ona görə də hesab edirdi ki, New Yorkda baş verən ölümün günahını yumaq üçün yenidən bu adaya qayıtmalıdır. O qonşuların da bundan xəbər tuta biləcəyini anlayırdı. Bəlkə də onların arasında münaqişə də olmuşdu, amma ola bilər ki, səhv edim. Ancaq qatil artıq öz məktublarında bacınızı ədələmişdi. Onun məktublarda adını yazması da mümkündür və ola bilsin ki, Kristi məktubları bu səbəbdən məhv edib. O bura ölməyə gəlmişdi. Margunas mənə onun son aylar özündə olmadığını və heç kəsi dinləmədiyini söyləmişdi. O ağır xəstəliyə düçar olmuşdu və bu xəstəlik karyerasını davam etdirmək üçün ona heç bir şans vermirdi. Əri öldürüləndən sonra o anladı ki, növbəti qurban məhz özü olmalıdır. Ona görə də ərinin həlak olduğu çimərliyə getdi və naməlum qatilin qurbanına çevrildi. Kristen Lindgren və onun əri Antonio Manicelli belə həlak olublar. Bəs Barnard, ona nə oldu? Onu kim güllələdi? Lindsay dözməyib sual verdi. Barnard özünü güllələyib, Drongo dedi. O Kristini çox sevirdi və həyatını onsuz təsəvvür etmirdi. Burada bax, belə bir böyük faciə oynandı. Hamı sarsılmışdı. O müqəddəs idi, Agnes çıxırdı. Deyəsən bizim ekspertin dediklərinin hamısı həqiqətdir. Margunas ah çəkdi. Lindsay ayağa qalxıb pəncərəyə yaxınlaşdı və ora-bura vurnuxan polis zabitlərinə baxıb əminliklə dedi. Mən bu artist tayfasını yaxşı tanıyıram və hesab edirəm ki, o düzgün hərəkət edib. O bütün dünyanın xatirində xəstəliyin əldən saldığı qadın kimi yox, gənc və gözəl qalmalıdır. Deyilənə görə böyük Marlene Dietrich qocaldıqda çox dəyişilibmiş. Son bir neçə 10 ili öz evində yaşayaraq heç kəsin gözünə görünməyib. Şəklini çəkməyə qoymayıb. Müsahibə verməyib ki, gənc, gözəl, zərif, özünə məxsus, əlçatmaz qadın haqda dolaşan əfsanə daim yaşasın. O əldən düşmüş qoca qarı kimi görünmək istəmirdi və o hamının yadında Mavi Mələk filmində bütün dünyanın heyran olduğu füsunkar qadın kimi qaldı. O üzünü çevirdi, gözləri yaşla dolmuşdu. Lindsay tez otaqdan çıxdı. Kədərli hadisədir. Qorlaç da kədərli və dalğın idi. Ancaq siz bizə heç nə demədiniz. Finalda qatili tapıb cəzalandırmaq lazımdır. Biz sizi onu tanımırıq. Siz pis ekspertsiniz, Drongo. O ayağa qalxıb Agnes'e baxdı.
Qadın göz yaşlarını güclə saxlardı. Onlar da otağı beləcə tərk etdilər. Siz hər şeyə doğru dediniz. Margunas onunla razılaşdı. Bəlkə də o hər şeyi başa düşüb. Bilmirəm, ancaq bu çox qorxulu və axmaq hərəkətdir. O bunu niyə edib? Axı bura gəlmək nəyə lazım idi? Anlamıram. Başa düşmürəm. O da digərlərinin ardınca çıxdı. Yuhan stulda səssiz oturub baş verənləri müşahidə edirdi. Otaqda onların üçündən savayı kimsə qalmayanda Yuhan gözlənilmədən dedi: Siz istəyirsiniz ki, mən qonşular və naməlum qatil haqqında danışdığınız nağıla inanım? Anam heç bir təhdid məktubu almayıb. Dünən axşam özü bunu mənə etiraf etdi. Dedi ki, bu cəfəngiyata inanmayın. Doğrudur, Drongo kədərlə gülümsədi. Hər şey tamamilə başqa cür olub. Ancaq mənim məhz naməlum qatil haqqında bu versiyanı təsdiqləmək üçün tutublar. Ananız buradakıların hamısının, o cümlədən mənim ona inanmağımız üçün hər şey edib. İndi isə Yuhan, mən sizə və Alisə əslində nə baş verdiyini danışacağam. Məsələ burasındadır ki, ananız məni məhz həqiqətin heç vaxt üzə çıxmaması üçün axtarıb tapıb. Məni hətta yoxladılar da. Aydın məsələdir ki, Barnard lap əvvəldən hər şey bilirdi. O mənim hansı əxlaqın yiyəsi olduğumu öyrənmək üçün faşidə tutmuşdu. Mən ona rədd cavabı verəndən sonra ananız testdən keçdiyimə qərar verib məni adaya buraxdı. O hər şey qabaqcadan hesablamışdı. Mənə elə gəlir ki, o Silvia'nın gündəliyini tapmış və uşağın atasının Antonio Mancelli sizin atalığınız olduğunu öyrənmişdi. Ola bilməz, Alisə qorxdu. Yuhan sustu. O diqqətlə dinləyirdi. Kristin hər şeyi əvvəlcədən planlaşdırmışdı, əlbəttə. Heç bir təhdid yox idi. Ancaq o öz ərindən adada intiqam almaq istəyirdi. Bəlkə də elə Mancelli'nin Silvia ilə görüşdüyü çimərlikdə. O bir qadın kimi, bacısı qızını sevən bir xala kimi təhqir olunmuşdu. Ona görə də qisas almağa qərar vermişdi. Ancaq dünən o villadan çıxmamışdı. Alisa xatırlatdı. Çıxmışdı, Drongo etiraz etdi. Dünən Barnard notariusa gedərkən Kristin də onun maşınına arxa oturacağında oturmuşdu. Mən maşına baxanda oradan onun saçını tapdım. Barnard villadan çıxandan sonra maşını iki villanın arasında okeana aparan cığırda saxlayıb. Barnard notariusun yanında olarkən Kristin çimərliyə gedərək Mancelli'ni bıçaqla vurub. Bundan sonra Barnard'ın onu maşından düşürdüyü yerə gəlib və Barnard onu geri qaytarmaqla həm də daşdan keçən alibini təmin edib. Bundan sonra Lindsay də onun yanında olaraq makiyajına kömək etməsi ilə bu alibini daha da gücləndirib. O həqiqətən ağır xəstə idi və bütün bu baş verənlərdən sonra yaşamaq istəmirdi. Silvia'nın ölümü və ərinin xəyanəti onun həyatını dözülməz işgəncəyə çevirmişdi. O həyatdan elə getməli idi ki, hamı onun qətlə yetirildiyinə inansın. O Mancelli'ni öldürərək və intihar edərək öz oğlunu rüsvay etmək istəmirdi. Bu səhər onlar məni villadan uzaqlaşdırmaq istədilər. Barnard mənə Margunas'la birlikdə meyitin yarılmasında iştirak etməyə getməyi təklif etdi. Ancaq mən bundan imtina etdim. Bunu görən Kristin öz dahiyanə aktrisa məharətini işə salaraq mətbəxə zəng vurdu və səsini dəyişdirərək qəsəbədə mənə görüş təyin etdi. Juanita onun səsini tanımamışdı. Mən də qəsəbəyə getdim, ananız ona görə qırmızı kostyum geyinibmiş ki, qan ləkəsi o qədər də nəzərə çarpmasın. O ölümə getdiyini bilirdi. Çimərlikdə Barnard onu gözləyirdi. Onlar maşınla çıxmaq fəndini təkrarlayıblar, ancaq bu dəfə Barnard tək çıxıb və maşından düşərək çimərliyə gəlib. Mən onun ayaq izlərini gördüm. Onun ayağının ölçüsü 41-dir. Mən otağa girib onu döşəməyə uzanmış görəndə dərhal ayaqqabılarına baxdım. Qatillə qurbanın ayaqlarının ölçüsü eyni idi. Onlar bir neçə dəfə görüşüb ayrıldılar. Kristinə qətlə yetirildiyini sübut etmək üçün möhkəm alibi lazım idi. Ona görə də Barnard ona bir neçə metr aralıdan atəş açmalı idi. Görünür o tərəddüd edirmiş. Ancaq axırda atəş açıb. Güllə düz onun ürəyindən deyib. Siz Barnard'ın necə əzab çəkdiyini görürdünüz. O bütün bu illər ərzində sizin ananızı həqiqi məhəbbətlə sevib. Ona görə də onsuz yaşaya bilməzdi. Ananızın telefonundan çıxan 3 nömrə silinib. Mən Juanita'ya məhz onun telefonundan zəng vurulduğunu müəyyənləşdirməyə nail ola bildim. Digər 2 zəngi o çox güman ki, Barnard edib. Buna heç bir şübhə ola bilməz. Bunu onun telefonuna baxaraq asanlıqla müəyyənləşdirmək olar. Barnard bütün bunların üstünün açıla biləcəyini başa düşürdü. Həm də kəm hövsələ adam olan Lindsay artıq rejissora zəng vuraraq çəkilişin çoxdan ləğv olunduğunu öyrənib.
Sizə deməliyəm ki, ananızın ölümü Barnarda çox pis təsir etmişdi. Bu hiss olunurdu. Ona görə də bundan sonra yaşamağın mənasız olduğunu qərar verdi. O bir neçə dəqiqə bundan qabaq özünü öldürərək həyatına son qoydu. Alisa və Yuhan dəhşət içində idi və susurdular. Bəs sübut? Yuhan maraqlandı. Sizdə sübutlar var? Əlbəttə, Drongo başını kədərlə tərpətdi. Əvvəla fahişə Daniel Barnardın səsini tanıdı. İkincisi, Juanite ananızın telefonundan zəng vuruldu və bu da üçüncüsü, ən başlıca dəlil. O cibindən 2 giliz çıxarıb stolun üstünə qoydu. Gilizin birini çimərlikdə qumun içindən ananızın meyitinin yanından tapmışam. İkincisini isə elə indicə Barnardın cəsədinin yanından götürdüm. Qüssədən sarsıldığı üçün o bircə səhvə yol verib. Tapancanı atmaq lazım olduğunu unudub. Amma bəlkə də onu lap əvvəldən atmaq istəməyib. Ola bilər ki, şübhələri sevimli qadının üzərindən götürmək, öz Kristininin və onun ərinin qatili hesab edilməsini istəyib. Bunu biz heç vaxt bilməyəcəyik. Ancaq ananız məhz bu tapanca ilə öldürülüb. Daniel Barnard da özünü həmin tapanca ilə güllələyib. Başqa variant yoxdur. Gilizlər tamamilə eynidir. Bunları niyə hamıya danışmadınız? Alisa soruşdu. Axı onlar heç nə bilmədilər. Kristin Lindgren böyük aktrisa, sevən ana və cəsur insan idi. O bu həqiqəti kiminsə bilməsini istəmirdi. Mən də bunun belə olmasına qərar verdim. Yuhan ayağa qalxıb Drongoya yaxınlaşdı və əlini uzadaraq dedi: Siz təkcə görkəmli ekspert deyil, həm də yaxşı adamsınız. Anamın xatirəsinə hörmətlə yanaşdığınız üçün çox sağ olun. Sizə borcumuz nə qədərdir? Heç nə qədər. Barnardın ölümündən qabaq pulları mənim hesabıma köçürdüyünə demək olar ki, əminəm. O çox dəqiq və dürüst adam idi. Heç vaxt öz vəzifələrini unutmazdı. O düz 20 il sevdiyi qadının yanında olub, Alisa dedi. Bu çox gözəldir. Yəqin ki, o bu dünyadan xoşbəxt adam kimi getdi. Mümkündür, Drongo razılaşdı. Hər halda o dodaqlarında təbəssüm ölmüşdü. Mənsə həyatımın ən dəhşətli məğlubiyyətini yaşadım. Bu haqda bütün qəzetlər yazacaq. Mənə elə gəlir ki, Lindsay burada baş verənlər hamıya öz interpretasiyasından danışacaq. Bizə isə səbirli olmaq və aktrisa Kristin Lindgrenin ölümü haqda susmaq lazımdır. Maskanın hakimiyyəti belədir. Onu bir dəfə geyindinsə, artıq soyuna bilməzsən. O bizə necə davranmağı diktə edir və taleyimizi yaradır. Bəzən hətta ölümümüzü də o müəyyən edir. Mən sizə həmişə xatırlayacağam, Yuhan həyəcanlı dedi. Ömrümün sonuna qədər. 1. Interludia. Antonio Mancelli çimərliyə əla ovqatda çıxmışdı. Onlar yenidən Barbadosda idilər, o özünü burada çox yaxşı hiss edirdi. Üstəlik onu okeanın sahilinə çıxmağa Kristin dəvət etmişdi. Onlar sahildə görüşmək haqda vədələşmişdilər. Bura yaxşı və isti idi. Bu çimərlikdə yanındakı gənc və gözəl Silvianın təravətli bədənini ilk dəfə necə hiss etdiyini də xatırlayırdı. Bu necə də gözəl idi. Yanvarda onlar burada, hamısı birlikdə dincəlmişdilər. O zaman Silvia da burada idi. O anasına və xalasına son dərəcə bənzəyirdi, ancaq onlardan qat-qat gənc idi. Sərbəst ruhda tərbiyə olunduğundan hovuzun kənarında adətən çılpaq günəşlənir, pambıq kimi ağappaq sütül döşlərinin Antonio Mancelli kimi qocalmaqda olan bir playboyda hansı təəssüratı doğura biləcəyi haqqında düşünmürdü. Əvvəlcə bu sadəcə oyun idi. Onlar hovuzun kənarında kifayət qədər çox vaxt keçirirdilər. Belə bir məşhur adanın həm də tanınmış aktrisalar arasında gözəlliyi ilə seçilən xalasının ərinin ona pərəstişkarlıq etməsi Silvianın xoşuna gəlirdi. Silvia elə gəlirdi ki, bu şəkildə o tezliklə sirli bohem aləminə daxil olacaq. Mancelli təcrübəli adam idi. Bir neçə gündən sonra Silvia artıq onun yatağında idi. O heç bir vicdan əzabı çəkmirdi. Çünki gənc qadın artıq yetkin bir insan idi və kiminlə görüşəcəyinə özü qərar verirdi. Onun arvadının bacısı qızı olması isə onların görüşlərini yalnız maraqlı əyləncəyə çevirir və daha erotik çalarlarla bürüyürdü. Sonra onlar Parisdə və bir neçə dəfə görüşdülər. Silvia ora Londondan gəlirdi. Sonra da məlum oldu ki, o uşaq gözləyir. Bu heç də ürək açan deyildi. Mancelli uşaqları və onların doğulması ilə bağlı qayğıları sevmirdi. O axmaq qıza abort etməyi və onu heç vaxt narahat etməməyə məsləhət gördü. Həm də məlum oldu ki, o Barbadosda xalasının əri ilə görüşərkən hamiləlik əleyhinə həblər qəbul etməyib. Silvia aborta qərar verəndən artıq gec idi. New Yorkda faciə baş verdi. Həkimlərdən nəsə düz alınmadı. Sonradan belə şeylərin mində bir olduğunu söyləyirdilər.
Silvia'ya da belə bir qara bəxt yazılıbmış. O xəstəxanada öldü. Maniçelli dəfnə gəlmədi, ancaq keyfi çox pozulmuş və mütəəssir olmuşdu. Arvadının gözünə görünmək istəmirdi. Bununla yanaşı Kristin artıq ona öz xəstəliyi, həkimlərin qoyduğu diaqnozla bağlı eyham vurmuşdu. Silvia'nın ölümü xəstəliyin gedişini sürətləndirərək geridönməz dəyişikliklərə rəvac verdi. Ancaq Maniçelli bütün bu ayları arvadına qarşı nəzakətli və diqqətli olmağa, sanki onun bacısı qızına qarşı etdiyi günahını gizlətməyə çalışırdı. Hər şeyin üstü ay yarım bundan qabaq. Kristin Silvia'nın villada qalan əşyaları arasında onun gündəliyini tapanda açılmağa başladı. Qızının uşağının atasının kim olduğunu öyrənmək istəyən Agnesa bu gündəliyi nə qədər axtarsa da tapa bilməmişdi. Kristin gündəliyi oxudu və elə sarsıldı ki, xəstəxanaya düşdü. 2 gün ərini, bacısını və oğlunu yanına buraxmadan ağladı. Sonra hərəkətə keçməyə qərar verdi. Barbadosda hər şeyin istədiyi kimi alınması üçün ona yaxşı ekspert lazım idi. O heç bir təhdid məktubu almamışdı. Ancaq ona canlı təbiət haqqında filmdə çəkilmək təklif olunmuşdu. Və bir şərtlə razılaşmışdı ki, çəkilişlər Barbadosda aparılsın. Bu şərtdə mistik bir anlam vardı. O ərindən məhz bu adada Silvia ilə Antonio Manicellinin görüşlərinin olduğu çimərlikdə intiqam almaq istəyirdi. Hər şey əvvəlcədən düşünülmüşdü. Barnard onu öz cipinin bagajına qoyaraq hiss olunmadan darvazadan çıxmaqla şəksiz alibi təmin etmişdi. Sonra o 2 villanın arası ilə çimərliyə gedən cığırda düşüb Antonia'nın yanına getmişdi. Artıq hava qaralmışdı, ancaq o yelbeyin ərinin harada dayandığını görürdü. O hələ də tərəddüd edirdi, ancaq həlak olmuş Silvia'nın xatirəsi, Agnesa'nın əzabları ona güc verdi. O Maniçelliyə sarı getdi. Antonia heç nədən şübhələnmədən ona doğru addımladı. "Əzizim," Antonia dedi və qarnından güclü bıçaq zərbəsi aldı. Kristin ona heç nə demədi. Antonia əlini yarasına bastı. Dəhşət içində qarşısında ədalət ilahəsi kimi dayanıb, onu qan aparmasını lal dinməz seyr edən arvadına baxdı. "Niyə?" Maniçelli xırıldadı. "Nəyə görə?" "Silvia'ya görə," Kristin cavab verdi. O arvadının hər şey bildiyini anladı. Bu onun sonuncu sözü oldu. Kristin çevrilib cığırla onu gözləyən və qaytarıb villaya aparacaq cipə sarı getdi. Barnard onu gözləyirdi. Sonra o Lynch'in otağına dəvət etdi. Daha sonra isə sakitləşməyə çalışaraq otağından çıxdı. Kristin yalnız Alicia qana bulaşmış halda özünü qonaq otağına atıb çimərlikdə adam öldürüldüyünü xəbər verəndə özünü əri öldürülən dul qadın rolunu oynamağa məcbur etdi. İkinci interludiya. Drongo öz-özlüyündə çoxdan hər şey qərar vermişdi. Manicellinin qətli təkcə qisas aktı deyildi. Bu həm də cəza və onun öz ölümünün müqəddiməsi idi. Amerikada diaqnozun pasiyentdən gizlədilməsi ənənəsi yoxdur. Onun qorxunc hökm kimi səslənən xəstəliyindən xəbəri var idi. Ancaq o həyatdan elə-belə gedə bilməzdi və getmək istəmirdi. Manicellinin ölümü əvvəlcədən planlaşdırılmışdı. Bu qətlin ardınca gələcək öz ölümünü də qabaqcadan düşünmüşdü. Onlar Barnardla birlikdə Drongo'nun villadan uzaqlaşdırmaq, onu Margunasla birlikdə şəhərə yola salmaq istəyirdilər. Ancaq ekspert gözlənilmədən təsdiq edərək villada qalmağa qərar verdi. Üstəlik o Silvia'nın gündəliyi barədə suallar verməyə başlamışdı. Əgər Kristin səsini dəyişib başqa qadın roluna girə bilməsəydi, dahi aktrisa ola bilməzdi. O Juanita zəng vurub Drongo kilsənin qarşısında görüş təyin etdi. Sonra Yuhanı yanına çağırdı. Oğlu Kristinin həyatının yeganə mənası idi. O, oğlunun əzab çəkməsini, onun anasının törətdiyi qətldən kiminsə xəbər tutmasını istəmirdi. O törətdiyi qətli ancaq öz ölümü ilə gizlədə bilərdi. Kristin həmin gün oğlunu son dəfə öpdü. Sonra evdən çıxıb çimərliyə getdi. Barnard da ora gəlməli idi. O tam vaxtında gəldi. Kristin bu adamın bütün həyatı boyu onu ehtirasla və təmənnasız sevdiyini bilirdi. Düşündüyünü həyata keçirməkdə ona kömək edəcəyinə şübhəsi yox idi. Ölümünə görə təkcə Manicellini yox, həm də özünü günahkar bildiyi Silvia'yı hər şey yerbəyer eləmişdi. Kristin yalnız ərini yox, özünü də məhkum etmişdi. Barnard uzun müddət tərəddüd etdi, axırda Kristin dözmədi. "Biz axı səninlə razılaşmışıq, Daniel. Əgər mənə müəyyən məsafədən atəş açılmasa, bizim ekspert intihar etdiyimi biləcək. Onda hamı burada nə baş verdiyini anlayacaq. Atəş açın, Daniel." Kristin katibə yaxınlaşıb, həyatında 2 dəfə onu öpdü. Özü də Danielin bütün bu illər boyu xəyal etdiyi şəkildə.
Bu 20 ilin ilk və son öpüşü idi. Barnard hər şey bilirdi. Onun xəstəliyi haqqında da, Silvianın ölümü barədə də, uşağın atasının kim olduğunu da. Kristin ona heç vaxt heç nə gizlətmirdi. Bu planı da onlar birlikdə hazırlamışdılar. Ancaq Barnard əmin idi ki, Maniçerin ölümündən sonra Kristini fikrindən döndərib əməliyyata girməyə, şansını sınamağa razı sala biləcək. Ancaq bəla burasında idi ki, Kristin daha yaşamaq istəmirdi. O, Silvianın ölümünə görə özünə hökm oxumuşdu. Barnard da bunu hamıdan çox yaxşı bilirdi. O, silahı qaldırdı və gözlərini yumaraq atəş açdı. Kristin sakitcə qumun üzərinə yıxıldı. Heç səs də çıxmadı və dərhal öldü. Adətən möminlər belə ölür, əzab çəkmədən. Ömründə ilk dəfə atəş açan Barnard onu düz ürəyindən vurmuşdu. O, tapancanı atıb yaxınlaşdı və meyitin üzərinə əyilərək ürək parçalayan səslə hönkürdü. Bir neçə dəqiqə belə davam etdi. Sonra Barnard silahı götürüb cığırla maşınına qayıtdı və villaya gəldi. Bu andan etibarən onun həyatı bütün mənasını itirdi. Bütün bu illər ərzində hisslərini zərrə qədər büruzə vermədən Kristini necə çox sevdiyini də məhz onda anladı. Həyatdan getmə qərarını da ürəkdən sevdiyi qadından ayrı yaşamağa gücünün yetməyəcəyini dərk etdiyi dəqiqədə verdi. Həm də Lindsay filmin çəkilişlərinin bir həftə qabaq ləğv edildiyini öyrənmişdi. Bundan sonra uzatmağın sadəcə mənası yox idi. Barnard həyatına son nöqtəni qoymaq üçün tapancanı çıxaranda gülümsəyirdi. O həqiqətən xoşbəxt idi. 20 il bir qadını təmənnasız sevən Daniel Barnard ölməyinə və o biri dünyada onunla görüşəcəyinə görə xoşbəxt idi. O, hətta qatillərlə birlikdə cəhənnəmə düşməyə də hazır idi. Tək ki, Kristin yanında olsun. Ona görə də varlığını çulğayan xoşbəxtlikdən gülümsəməyə davam edərək əli əsmədən ürəyinə atəş açdı. Son.